Selamlar, saygılar herkese. Bugün de her zaman kimi Güney Azərbaycandan baxış proqramındasınız. 104-cü bölümdəyik. Bugün də hər zaman kimi Güney Azərbaycanda olan və Güney Azərbaycanı ilgiləndirən konuları və olayları bölgədə və Güney Azərbaycanda danışacağıq. Qonaqlarımız olacaqdır. Sayın Ensaf Əli bəy Hidayət indi qatılacaqlar bizə söyləşimizi başlayacaq. Və bugün mən Sayın Salih bəy Yıldırımdan, Güney Azərbaycan İstiqlal Partisinin sözcüsündən istəmişəm ki, bizə qatılsın və bizə yardım etsin proqramda və onun görüşlərindən istifadə edək. Mən Sayın Hidayət bəyi görürəm və onu çağırım. Bəli. Bəli, qatılırlar. Sayın Ensaf Əli bəy Hidayət. Hər kəsə salamlar, saygılar. Salam aleyküm. Salam aleyküm. Necəsiz? Yaxşısınız? Hər şey yaxşıdır. Sağ olasın. Salam bizdən. Aleyküm salam. Zaman qoyduğunuz üçün və bugün bilirsiniz ki, geçen hafta programımız ola bilmədi. Mənim qüsurumdur. Bağışlarsınız. Bağışlayın ne demek? Otağın Biz de insanıq, insanlara da yaşırıq, islirik, gedirik, gəlirik, iş çıxır, adamın bəzən mərislik çıxır ortaya. Mənim geçen hafta bilirsiniz, bir əzizim pot elədi, amma mən eləyə bilməzdim proqramları dayandıran buna görə ki, bir nəfər ölübdür. Yəni, Allah rəhmət eləsini deyək, yaşama davam eləyək. Özümüzün təşkilimizdə işimiz görək, amma millətlə işlədiyimiz düşüncəni dayandırsaq, nə olar? Yəni, onu mənə biraz ağır gəlir. Çox sağ olun. Sizin də mən gördüm, elə şeydən, Facebook'dan gördüm o elanı, yaz elanını və elə buradan da, orada da dedim sizə də, buradan da sizə təsliyyət deyirəm, başsağlığı sunuram və bütün ailəyə dözüm arzulayıram, diləyirəm. Hər halda bu həyat böylədir. Həyatdan ləzzət almaq lazımdır, həyatı yaşamaq lazımdır və həyata dəyər vermək lazımdır. Çox sağ olun Ensaf Əli. Var olun, təşəkkür ederim. Sizin başınız sağ olsun, vətən başı sağ olsun. Tabii ki biz de insanıq, bizim de başımıza gəlir, tətil də olabilir ki, programdır. Hər nədən dolayı tətil də olabilir. İstəyirəm onu ərz edeyim. Çox sağ olun. Sizin tərəflərdə hava çox demək sərindir, soyuqdur ki, böyle ceket giyirsiniz. Yox, hava istidir, amma mən sizin huzurunuzda rəsmi çıxmağa məcburam. Sağ olun, mən təşəkkür edirəm. Özünüz sayğı dəyərsiniz. Ancaq hava, mən bilirəm çox istidir. Çox istidir. 40 dərəcələrə dayanır. Rəsmilikdə bir də görsədir ki, 27-dir. Rəsmisi budur, amma şeylə hesablanır da, havadakı şeylə hesablanır. Şeylə çox olur, bəli, şeylə çox olur. Ona görə istəsəniz, yəni ceket işlətməyə kullanırsınız. Tamam. Rahat olun. Çünki mən günlərimi həqiqətən bizdə deyirlər, pişdim. İstidən pişirik. Çox istidir, çox istidir. İnsafən çox istidir. Əziz yoldaşlar ki, qatılırlar, onlara salamlar, saygılarımızı, sevgilərimizi indidən sunuruq. Proqramın sürəcində və sonra da yəni bəziləri mənə yazmışlar ki, nə oldu proqram, niyə olmadı? 104-cü proqram. Dedim ki, 104-cü gəlir. Yəni bu həftə. Və mən onlara dedim ki, təbii ki, şəxsi məsələlər var idi. Proqramın sürəcində hər kəsin sorusu, sualı, yəni eleştirisi, intiqadı və görüşü varsa danışdıqlarımızın barəsində təbii, yalnız və yalnız görüşlərimiz, bu danışdıqlarımızın barəsində əlbəttə ki, orada yazsalar bizə və ya otağın yönəticisinə yazsalar, onlar bizə ilətərlər və biz o barədə danışa bilərik. Sayın Ensaf Əli bəy, buyurun, sizdədir, gündəm sizdə.
Nə deyirlər? Düzünü axtarsanız mən sizə göndərmişəm. Dünən gecə də danışıb diqqət eləmədim ondan sonra mən. Dedim ki siz Bundan da böyük, yəni bu hazırlayacaqsınız. seçimdən də böyük gündəm nə olacaq yəni, deyil mi? Əlbəttə məsələlər çoxdur, amma doğrudur, seçim çox önəmli bir vəziyyət yaradıbdır. Mənim özümün bir düşüncəm var. Bu günləri gördüm ki, bəzi partilərimiz də, bəzi partilər deyəndə, yəni Federal Partisinin müşaviri əslində, o da bir üçüncü yol deyə bir təhlil, səsli təhlil yayıbdır. Əli Rza Ərdəbilli cənabları da bir şey, yenə elə həman partidən də ehtimalən yazıbdır, elə ona tay bir şey yazıbdır. Və bizim içəridə bəzi yazılar keçən günlərdə yazıblar. O cümlədən mən bir yazı yazmışdım. Təhrim, əlbəttə mən bilirsiniz, Xatəminin ikinci dövründən təhrimçiyəm mən özüm. Yəni, təhliqdə də olsa, hətta Günas TV-də işləyən zamanlarda mən təhrim edirdim özüm. Yəni, Günas TV təhrim edirdi, eləmirdi, o başqa bir şey. Mən şəxsən özüm də təhrim edirdim. Amma mənim təhrimim sadəcə təhrim deyil. Fürsətdən faydalanmaq da var. Yəni, mən deyirəm ki, təhrim eləyəcəyik, amma bu bizə bir fürsət yaradır ki, məsələlərimizi, istəklərimizi, haqlarımızı ki, özümüz inanırıq bizim haqqımızdır, onun üçün çalışırıq, o haqları radikallaşdırıb toplumda bu fürsətdə yaymaq lazımdır. Məsələn, mən hətta belə bir yazı ortaya koymuştum ki, əgər indi bizim milli fəallarımız varsa çalışırlar, bunlar da istəyirlər bizdən bir səs alsınlar, azdan çoxdan, insanlarımız dursunlar. Məsələn, tamam bu 1200 dana İranda sitat var, əsli sitat. Bu 1200, hər kandidin əlbəttə 1200 dana əsli sitadı var. Bu 1200 dana əsli sitada gedin, Azərbaycanın və Türkün istəklərin kağızda yazın. Deyin ki, ağa, biz bunları istiyoruz. Bunlara cavabın kətbi olaraq nədir? 1200 dana, deyək ki, 6000 dana, 7000 dana siyasi adamdan siz görüşəcəksiniz bu 13-15 gündə. Yazılı olacaq istəkləri, Güney Azərbaycanın istəklərini verəcəksiniz. Haqlarınızı deyəcəksiniz, biz bunları istiyoruz. Onlardan məktub alacaqsınız. Rəy də verməyəcəksiniz. Sadəcə səs aparacaqsınız oranın içinə, hakimiyyətin içinə, siyasilərin içinə həssəsizə aparacaq. Biz bunu istiyoruz. Bu sizə güc verəcəkdir. Amma əgər biri deyək ki, yox, mən, məsələn, bəzilər deyirlər, mən idarədə işləyirəm, gülərlər, salarlar esiyə, bəzilər deyirlər, işim o cürdür, bəzilər bəhanə edirlər, mən danışqaha qoymazlar, rəy verməsəm, falan istəyərlər, səs verirlər. Onda da mən deyirəm ki, lağəl bir dana Türkə rəy verin, rəy verməyinəsin, amma əgər məcbursan, deyirsən, heç çarəm yoxdur, bir dana Türkə rəy vericinin lağəl deyilən, bir dana Türkçəsi olmasa, Türklüğündən ya istifadə eləsin, ya eləyə bilər, ya eləyə bilməz. Qətən, mən mötəqidəm ki, Oğuz bəy, qudrət, bunu mən danışqahda süxənranlıq eləmişəm, 2 il. 2 dəfə, üzr istəyirəm. 2 dəfə bunu mən danışqahda süxənranlıq eləmişəm, danışçılıq dövründə. İranda güc qanuni əsasının əsasında Xameneinin əlində təmərküz olubdur. Tamam güclər. Məclis də onun əlindədir, qeyri-müstəqim. Qüvvə-i qəzaiyyə müstəqim onun əlindədir. Qüvvə-i mücriyyə də onun müstəqim əlindədir. Çünki imzalamasa rəis cümhur ola bilməz. Ondan sonra onun seçim mərhələsində də kollən onun əlindədir. Yəni, Şurayı Cəhman seçir, Şurayı Cəhmanı da əslində rəhbər seçir. İndi 6 dana mollanı müstəqim seçir, o birisi 6 dananı da məclis deyir ki, mən təklif edirəm rəhbər. Bunlardan seç. 10 dana təklif edir, rəhbər 10 danadan 6 danasını seçir. Yenə də hər 12 dana Şurayı Cəhmanın üzvüdəki nümayəndələri və rəis cümhuru qəbul edirlər, hamısını rəhbər seçir. Bunun üçün rəis cümhuru heç qarədir məmləkətdə. Yəni, deyək, Türk olsun, Ərəb olsun, Bəluç olsun, Fars olsun. Salam aleyküm, Salih bəy, xoş gördük, yaxşısınız. Xoş gördük, salam bizdən, çox sağ olun. Var. Buyurun, mən dinləyirəm. Bəli. Devam edin. Bu, əgər bunların hamısı belə müstəqil, nəzərə müstəqil gəlir, amma hamısı rəhbərin əlinin altından keçir. Heç birisi hangi millətdən olur olsun, nə düşüncədə olur olsun, eləyə bilməz. Xüsusən, məsələn, mən baxıram, müqayisə edirəm Əhmədinəcadın gücün, Ruhaninin gücün, rəisinin gücün, Xatəminin gücün müqayisə edirəm Pezeşkiyanla. Pezeşkiyanın arxasında heç bir nəhad yoxdur. Siyasi, hüquqi,
hizbi, nəhad yoxdur onun arxasında. Xatəminin arxasında məclis var idi. Məclisin yarısı seçiləndə nümayəndə məclis idilər. Sonra da yarısı da yenə də seçildi. Kollən məclis onun əlində idi. İdarə ittilaatın bir çox onun əlində keçdi. Bir çox şeylər onun əlində idi. Amma heç iş qoymadı görsün. Təbiətən Pezeşkiyan əslən heç iş görə bilməz. Pezeşkiyan təkcə bu eləyə bilər ki, o birisilər heç iş görə bilməz. Onların hamısı ya cinayətkardır, özləri bir-birlərinin yalancıların, oğurluqlarını çıxadırlar. Pezeşkiyan biraz türkdür. Biraz türklük qanı var. Yəni sadə, sərlis gəlir orada deyir, mən türkəm, türklüğüma inanıram, dədəm türk, nənəm türk. Olsa da olmasa özün tərif edir. Yəni mənim nəzərimdə özün türk tərif edir. Məsələn, dili hər nə olur olsun deyir, amma mənim dilim türkdür. Məncə bu önəmlidir. Sistemin içində 2 nəfər çıxıb bunu demək özü önəmlidir. Sistemin içində. Amma əcəba bu çıxsa bir iş apara bilər qabağa, bir iş görə bilər, bir islah eləyə bilər, qanun icra eləyə bilər, ana dilin tədrisə qoya bilər mədrəsələrdə, həddəqil elə o qanun əsası dediyi qədər qoya bilər, imkansızdır. İmkansızdır. İcazə verməsi hakimliyə. Arkasında heç güc yoxdur. Mən belə düşünürəm. Buyurun. Çox sağ ol. Elə siz yəni direkt daldınız Ayaq yalın gedim oxumaq. Yox, çox sağ ol. Elə direkt yəni başladınız. Ancaq mən təşəkkür edirəm görüşlərinizdən. İndi sayın yəni İnsaf Ali bəy, biz 20 indi bir neçəsidir? Yəni 10 gün qalır oradakı seçim. 10 gün qalır, değil mi? 9 Yox, gün. gələn həftə cümə günü də, cümə günü olacaq ehtimalən seçimdə. Bizim bir proqramımız sonra olacaq. Bəli. Oldu. Hər halükarda indi bugünkü proqramımız çox önəmlidir. Və biz mən Sayın Salih bəydən istədim, xahiş elədim deyirlər bəziləri ki, proqramımıza qatılsınlar. Çünki Sayın Salih bəyin görüşlərindən istifadə eləmək istəyirik. Sayın Salih bəy, salamlar, saygılar, çox sağ olun, qəbul edibsiniz. Güney Azərbaycandan baxış proqramına qatılır. 104-cü proqramdasınız, 100-cündə də qatılmışdınız, sağ olun. Nə qədər vaxtımız var? Nə qədər bizə vaxt ayıra bilərsiniz bu gün, Salih bəy? Mən yəni sizin proqramınız üçün bir hazırlamışım. Yəni 1 saat normalda sizin proqramınızdır, mən 1 saat kimin zamanım var. Oldu. Çox təşəkkür. Sayın Salih bəy, biz Sayın İnsaf Ali bəylə hər zaman danışarıq. Bir-birimizin görüşlərinə də aşinayıq. Və biz görüşləri belə, yəni ilzamən də aynı görüşlər deyir, yəni danışarıq və yəni görüşləri təşrih elərik, belə açarıq ki, görək necə görünür və öyrənməyə çalışarıq. Ancaq sizdən daha çox eşitmək istəyirik. İran devletinin seçimi var. Cumhurbaşkanını bir türlü etmiş, kenara koymuş. Yeniden birisini erken seçime gedir. Birinci oldu benim bildiğime göre. Eğer yoldaşlar təsih eləyə bilərlər, düzəldə bilərlər məni. Birinci oldu ki, təqribən fikir edirəm. Amerika seçimlərindən öncəyə düşür oranınki. Və bu əlbəttə yəni onu da nəzərə almaq lazımdır. Çünki normalda Amerikanınki hər 4-dən 1 novembrda olur. Bunlarınki ondan sonraya düşərdi və siyasətlərində öyle təyin edərdilər. Ancaq bu dəfəki böyle olmuş. Ona görə həmən rəisini bunlar kənara qoydular və helikopterin hücubatına getdi. Və indi böyle bir şey yarandı. Boşluq xələ yarandı. Həm məclis xibrəqanda, həm rəhbərliyə, hər yerə. Yəni o rəisin getməsi ilə 3 dənə xələ boş yer yarandı. Və bunlar seçimə gedirlər İran devləti. Və polarizə olmuş İranda hər kəs ki orada yaşayır. Həm Azərbaycanlılar, həm ərəblər, baxıram, həm bəluçlar. Çünki bunlar hər şeyi əl atırlar. Bəluçlardan danışırlar, Kürtlərdən danışırlar. Polarizə, qutuplaşdırmışlar. Ki ya bu tərəfdənsən, ya o tərəfdən. Bunlar İran devleti Sayın Salih bəy hər zaman, yəni indiyəcən islah tələb və üsulgara ikiliyinin dörahəsinin önündə qoyardı milləti. Bu tərəfdəsən, ya o tərəfdən. Ancaq bu dəfə bəlli şəraitə görə ki, biz danışacağıq proqramın əsnasında, bəlli şəraitə görə güya Türk və Fars iki yolluğun dörahəsinin önünə qoyubdur
İlla da ki Azərbaycanlılar. Mən elə bunu bir çıxış olaraq, bir müqəddəmə olaraq dedim. Hətmən ki, sizdən elə ilk necə sizdən öyrənmək istəyirsiniz, necə başlayacaqsınız, öyle deyin. Biz də təbii ki, dinləyəcəyik. Buyurun. Çox sağ olun. Mən sizi və Sayın Səfəvərli bəyə də salamlayır və təşəkkür edirəm dəvətiniz üçün. Bu proqramlarda apardığınız üçün 104-cü dediniz, 104-cündə də olmaq təsadüf dedi ki, bir zamana gəlir ki, İran işgal rejiminin gene de Azərbaycan üzerinden ve oyun oynaması ve bir sürü Azərbaycan ve bununla yanaşı qeyri-fas millətləri bir türlü səhnəyə çəkməyə və Azərbaycançılığı qarşısında o daha əvvəlcədən əhmiş bilirsiniz. Bunlar qabaqcada Əmən Pezeşiyanın rəhbərliyi ilə Türk fraksiyonu da düzəltmişlər İran Türkləri deyə. Yani bu öyle o hemen hattın yani Cumhuriyet İslam'ın İran işgal rejiminin demek yarattığı İran hüviyetinin üstün tutarak Azerbaycan Milli Harekatına paralel bir alternatif bir mane yaratmak için planlanmış bir cereyan edici. Şimdi onun nihayet bu formasında ve o Azerbaycançılığın daha şiddetli bir döneminde. Yani ki özellikle de Azerbaycan'da bugün demek Azerbaycan Cumhuriyeti'ne, Azerbaycan Cumhurbaşkanı'na, Azerbaycan makamlarına, Azerbaycan devletçiliğine dikkat nihayet derecede yükselip. Yani İranlar manevi olarak kopmuş bir durumdadır. Güney Azerbaycan'ı nəzərdə tutanda. Ve bunun demek nişaneleri de son seçkilerde göründü. Yani ki Azerbaycan en az katılım olan nöqtədir. Yani, söz yok ki qeyri-fas millətlərdə düşürdü. Hatta Tehran'da da düşürdü. Tehran'da da tüylər tabii ki Azerbaycanlılar Tehran'ın yarısını en azından təşkil edir. Ve İran işgal rejiminin demek herhangi bir demek sözde seçim olsun, merkezci veya bu sistemin bir parçası olmağa meyilli olmadığını, katılımda olmadığını ve böyük ölçüde gösterdi. Yani ki Azerbaycan'da rəsmilərin verdiğine göre Təbrizdə katılım oranı 9%'ın altındadır. Yani bu İran'a çok ciddi bir mesajdır. İran işgal rejimine çok ciddi, yani tehlikeli bir mesajdır ki bu daha yani Azerbaycan'a sen hükm edebilmezsen, Azerbaycan'a indi ələ getirmek için, Azerbaycan'ı əsarətdə tutmak için, ona hükm eləmək için başka yollara başvurmalı. Ve tabii ki bu reisinin de helikopterinin düşmesi ve ölmesi neticesinde demek bir o İran Türkçülüğünü təbliğ etmeye başladı. Fakat bu değil, indi bu onun devamıdır. Pizişkan o oyunun devamıdır. Dikkat ederseniz onun ardından Haşimi, filan kəs təbliğatlara başladılar. Yani Azerbaycan Milli Hərəkatında hatta başsağlığı vermeye, Azerbaycan'ın güyaçı şəxsiyyətləri düşüblər, Türklər düşüblər. O mallanın nədir? Haşimlə İmam Cümənin minlərcə cinayətini unutublar. Mesela bir dəfə deyib ki, mən traktorun tərəfdarıyam. Onu bilirsiniz, gözlər önünə sərirlər, tikrar kliplər düzəldib yayaraq. Yani Azerbaycan milli hərəkatını istiqamətdən çıxararaq bunu mərkəzin dalına çəkməyə hemen yarışlar oradan başladı. Yani o geçen seçkilerin ardından bunlar tabii ki analiz ediblər, təhqiq ediblər ki, neynəməlidirlər. Yani Pezeşkiyan ki, məclis nümayəndəliyinə səlahiyyətini rədd eləmişdilər. Amma prezidentliyə səlahiyyət verdilər. Bunu yani bizə də bir məntiq olsa görə ki, nə məsləhətə görə bunu elədi. Bu və İran işgal rejiminin də amillərin, məmurların, nümayəndələri və hərəkətə yerləşdirdiyi, Azərbaycan Milli Hərəkatına yerləşdirdiyi o qüvvələr, o sillurlar fəaliyyətə başladılar. Şiddətlə fəaliyyətə, təbliğata və Pezeşkiyanın
o Türk olduğunu çok kabartarak hem Azerbaycan'da ve hem qeyri-fars millətlərin içindən Sayın Arazbəy xoş gördük. Hoş gördük. Hem Azerbaycan tüylərindən və həm qeyri-fars millətlərdən ki, güya ki, məsələn, bu bir fars olmayandır, ya məsələn, bu xalqlara bir hər hansı bir fəza yarada bilər, şərait yarada bilər deyə onları səhnəyə çəksinlər. Və fəqət də rolu bura kimin olacaqdır? Yəni, bura kimin olacaqdır ki, onları o demək, səs sandığına çəksin. Yəni, sandığa qədər missiya budur. Və burada təbii ki, sizin də vurguladığınız kimi Azərbaycançılığın qarşısında bir demək, İran pühlüyü və bunu güya ki, Fars ilə qarşı-qarşıya gətirərək bunu ikinci şeye itələməyə çalışırlar. Yəni ki, Azərbaycan Milli Hərəkatı, Güney Azərbaycan Milli Hərəkatı ki, Azərbaycançılıq əsasında dövlətçiliyə daha demək, fəaliyyətlərini şiddətlendirdiği bir halda o İran Türkçülüğünü və İranda mərkəzdə güya ki, bir təhvillər olacaq, nələrsə qazanacaq təbliğatların başlayıb və insanları, milləti aldadaraq bir seri manqurtları da işə salıb və xalqımızı aldadaraq sandığa çəkməyə çalışırlar. Bundan baxmayaraq ki, biz dəfələrcə demişik, bu sistemdə İran işgal rejiminin hər hansı bir yerində məsuliyyət almış, yerləşmiş, hər hansı bir məqamında olmuş bir şəxs, istəsə Türk olsun, Ərəb olsun, Bəluç olsun, nə olursa olsun, o işgal rejiminin bir parçasıdır, işgal sisteminin bir parçasıdır və o siyasəti gerçəkləşdirəcəkdir. Burada xalqı aldatmağa, xalqı yalan sataraq xalqı sandığa çəkməyə çalışanlara da ciddi xəbərdarlıq veririk və bunların hesabı da yəni qapanmayacaqdır. Bunlar gözdən qaçmayacaq. Ay məsləhət idi, filan idi. Yox, burada bir İran işgal rejiminin Azərbaycan Milli Hərəkatına qarşı yaratdığı paralel bir şey yaradıb, Azərbaycan Milli Hərəkatını sıradan çıxardıb və İrançılıq məhvərində Pezeşkiyanların vasitəsilə nəsin? Bunu möhtəmələn bu seçkilərdən sonra da Pezeşkiyanı ilə Türklərin rəhbəri kimin aktiv göstəriləcəklər. Çünki bu Azərbaycan Milli Hərəkatını sıradan çıxartmaq üçün. Buyurun. Teşekkür ederim. Çok sağ olun Sayın Salih Bey. Çok sağ olun. Size gene de dönecek. Sayın Araz Bey Elses, biz programın yani 100. bölümünde Güney Azerbaycan'dan bakışın çok istəyirdi ki, siz qatılasınız. Ne bileyim o 100 sayısının 100 olduğuna göre. Ancak olmadı. Ve ben sizden bir daha da istedim, xahiş elədim. Çok teşekkür, vaktinizi ayırmışsınız bize ve bizim izleyicilerimize. Buradan da canlıdasınız ve Güney Azerbaycan'dan Baxış programının 104. programındasınız. Siz önceden katılmışsınız programa ve biz ne kadar memnunuz. Biz ne kadar da danışsak Sayın Araz Bey, ne kadar da bu siyasi meseleler danışsak, gündem meseleleri tahlili. Ancak sizin təsiriniz, sizin sesiniz, yani sizsiniz ki Güney Azerbaycan'ın sesi kiminsiniz. Yani siz, yani sizin hatta düzdür bazı şehir adam oturup kağızın üstünde okuyabilir. Ama sizin sesinendir ki yüz binler gəlib indi buraya yetişibdir. Ve sizin hatta bize heyecan veren, bize can veren siz olmuşsunuz. Bu kadar biz sizi sevirik. Hamımız, ben izleyicilerin ve sonra da dinleyenlerin, burada olmayanların da hamının tarafından size teşekkür ediyorum ve bilmirəm necə deyim ki, hakikaten yani milli hərəkətin, qurtuluşun ozanısınız ve iftixar edirəm sizə. Yani üzünüze deme, mənə göre lazımdır. Siz buyurun Sayın Araz Bey, siz selamlaşın. Siz neden danışmak istersiniz, ne yani söyleşiye katmak istersiniz? Buyurun biz kulak olaq, siz danışın. Çok sağ olun, var olun, teşekkür ederim. İlk önce dostlarımızı salamlıyorum buradan. İkinizi de salamlıyorum. Üçünüzü de daha doğrusu üçünüzü de. Allah olsun. Var olun. Ne kadar uzun
uzakta da olsak da, yurtdan uzakta da olsak, bütün içimizdeki onu qanımız, bütün düşüncelerimiz, her şey yurt üçündür. Ve akışımızda, çalıştığımızda, her şeyimiz de yurt üçündür. Gün olsun sizlerle oturaq Təbrizdə. Təbrizdə oturaq bir çay xanasında bir çay içək deyək. Yadınızda mı bir gün Olacaq. Sen oturmuşdun. Olacaq. Biz oturmuşduq. Olacaq. Güneydən danışırdıq. Harada oturmağımızdan asılı olmayaraq, hardayıqsa, günün hansı saatından asılı olmayaraq, düşündüğümüz vətəndir. Ürəyimiz vətən üçün döyünür. Gerçekten de o yurt için gece gündüz düşünürük. Ola bilsin değişik düşüncelerimiz var. Farklı düşünebilirik. Ancak o vətən için düşünürük. Vətən için çabalayırıq. Harda olursa olaq. Ondan asılı değil. Ben indi söhbətlərinizi dinlirdim, danışıqlarınızı dinlirdim. Bu bizim güneydeki indi ister-istemez İran adlanan coğrafiyada baş verən hadisələrdən danışmaq yerində olar, yerinə düşər deyə düşünürəm. Ayının 1001 oyunu var Armudun başında. İranda da bunların 1001 oyunu vardır ki, bu özellikle de günümüze baktığımızda ve dündən bugüne gelişimize baktığımızda hardan haraya gelmişik. Ben Azərbaycan Milli Hərəkatını nəzərdə alıram. Azərbaycan Milli Hərəkatı çok güçlü bir durumu var. Yani durumdadır. Çok güçlü bir yere gelip çatmış. Artık Azərbaycan Milli Hərəkatına dost ve düşman istese de istemese de bundan hesaplaşır. Hesaplaştığı için de onlar da çalışırlar, düzdür. Çoxu zaman ağılsız addımlar atdılar indiyə qədər. Bu İran İslam Cumhuriyeti'nin tarixine baktığımız zaman bu son zamanlar çalışırlar, biraz ağıllı addım attırsınlar belki de. Pezeşkiyanın öne sürmesinde, bunun Azərbaycan Milli Hərəkatından güc alıp, bunları çekip sahneye çekip milli hərəkatçılarımızı ve Azərbaycan millətini, ümumiyyət sadece Azərbaycanlılar değil, Pezeşkiyanın danışdıqlarına baxsaz, Dr. Pezeşkiyanın Kürdistan'dan da danışır, Bəluşlardan da danışır, bütün İrandaki əqəliyyətlər, etniklərdən də danışır. Mən özümüzdə etnik demədim. Etniklərdən də danışır və çoxunluq olan Azərbaycan türklərindən də danışır. Bilirlər, güc bizdədir. Biz təhnədəyiksə, hər şey coşqulu keçəcəkdir. Hər şey çox maraqlı olacaq, çox maraqlı bir seçim olacaqdır deyə və mən düşünürəm, bunlar belə bir ağıllı düşünüblər, papaqların qabaqlarına qoyub, atalar demişkən, düşünüblər neyniyək ki, en azından de siz de biraz önce söylediniz, Amerika'daki seçimlerden qabaq, biz belə bir oyun quraq ki, daha maraqlı görünsün, bütün dünya ictimaiyyətinə də maraqlı bir seçim göstərək və insanların qatılımı da çox olsun filan. Ancaq bir şey var, biraz önce de söyledim, atalar demişkən, ayının 1001 oyunu Armudun başındadır. Ben neçə illər bundan önce yazdığım bir mahnı var idi. Xatəmi zamanıydı. Rəfsəncanından Xatəmiyə keçid dövründəydi. O dəyirman mahnısı yazdım ben o zaman. Dəyirmançılar dəyişsə, dəyirman işində yenə əski tas, əski hamam. Ben İranda bir şeyin güçlü şekilde böyük bir devrimin, yani bir devrim dediğim zaman yani büyük bir islahat, onu yumuşak şekilde desek islahat olabilir. Büyük bir islahatın olacağını düşünmürəm. Onu ağıllı, gerçekten ağıllı devletler ederler ve yaparlar. İran o ağla sahip değil. İran'da o ola da bilmez. Çünkü İran'ın geldiği nokta öyle bir noktadır ki, deyir o şey meselesi var. Bunu etse de etmese de İran uzacaktır. İran iflas etmiş bir durumdadır. Bu İran'ın son oyunlarıdır. Ve bu son oyunlarda hansı figürlerden istifade edir, nece istifade edir ve haraya kimi figürlerden istifade edip öz hayatını veya yaşamını uzadabilecek, biraz uzadabilecek mi, uzadabilmeyecek mi o da belli değil. Bunlar hamısı özləri daha yaxşı bilirlər ki, bunlar bir oyun da atırlar. Bu oyunda uduzmaq da var, udmaq da var. Ancaq bunların Azərbaycan, mən Azərbaycanlı üçün, mən şəxsən özüm üçün deyil, bizim için bir şey vereceğine inanmıram. Kesinlikle inanmıram. Çünkü bu dəyirman indiyə qədər sadece biz Azərbaycan Türkləri değil, biz çoxunluq olan Azərbaycan Türkləri ve İran başka yerlərdə olan azınlıqları üyütmeye çalışıbdır. Bu sadece bu dəyirmanın ömrünü biraz da uzatsın, bunların hakimiyyətini biraz da uzatsın diye son çabaları diye düşünürüm. Ve bunun onlar için sonuç vereceğini bakalım insanların katılımı necə olacaq. Ben kimsenin adından buradan
özümə haqq da bilmirəm. Məsəl üçün dostlar da oradan buradan da soruşanlar da olur. Nə? Mən kimsəyə deyə bilməm, get oy ver, səs ver, ya vermə, rəy ver və ya vermə. Sadəcə öz şəxsi düşüncəmi deyə bilirəm ki, bu oy keçmiş oylardan elə bir fərqi olmayacaq. Oy verənlər oy verdikdən sonra, 1 ay sonra, 2 ay sonra, 5 ay sonra deyəcəklər, nə etdik biz, nə oldu? Əski hamam, əski tas. Mənim heç inanım yoxdur. İran adlı coğrafiyaya kesinlikle inanım yoxdur. İranın keçmiş 100 ildən bəri siz də məndən daha yaxşı da bilirsiniz. Dəfələrlə mən söyləmişəm. Bu 100 ildə İran belə bir fəci idealin, belə bir zəif bir duruma düşməmiş. İranın adı moddan düşmüş. İranın pasportu dünyada ən dəyərsiz pasportlardandır. Bilirsiniz, bizlər yenidən buna bir mod vermək, bunu moda gətirmək, bunu gündəmə gətirmək, İranın. Bunlar hamısı sadəcə bizim deyil, bizim dəyirmanımıza deyil. Bizim qarşımızda olanlar düşman da deyirəm. Çünki düşman dediğimiz zaman düşman çok büyük bir şeydi. Bunlar düşman da değildir aslında. Aslında bizim milletimiz toplandığı zaman, bir araya geldiği zaman, öz varlığına sarıldığı zaman bizim babamızda düşmanımız da olmayacak. İnanın buna olmayacak. Bizim milletimiz %100 öz milli varlığına sarıldığı zaman düşman da artık bizden hesaplaşacak ve düşman sözü de eriyip ağızlardan düşecek. Herkes bizden dostluk etmeye çalışacak. Ona göre mən inanmıram bunların bu oyunlarına və belə deyək də biraz önce dedim, heç bir şey tövsiyə etmək istəmirəm, tövsiyədə bulunmaq da istəmirəm. Sadəcə belə deyək, elə belə qısaca deyim, uzun sözün qısası. Mən bu seçkiləri də əski seçimlərdən çox fərqli bir şey demirəm. Ola bilsin dəyişik şüarlar veriləcək, təbii o da duruma görə. İndi bunlar bilə İranda bunu opozisyon da bilir. Xaricdəki opozisyon da bilir. İçəridəki hakimiyyət də bilir ki, İranda bir iş görmək istərsənsə, Azərbaycanı almazsansa, Azərbaycansız heç bir iş görə bilməyəcəksən. Onların bütün oyunları denə ayının oyununa bənzəyir və uğursuz olacaqdır. O bölgəyə doğru düzgün bir gələcək üçün, barış üçün, gələcək, gerçək qalıcı bir barış üçün, qalıcı bir barışdan söhbət danışıram mən. Barış üçün millətlərin saadəti lazımdır, millətlərə saadət lazımdır, azadlıq lazımdır, millətlərin özgürlüyü, azadlığı, istiqlaliyyəti lazımdır. Özellikle de bu günümüzde. Azerbaycan için, özellikle Azerbaycan, Güney Azerbaycan için bundan başka gerçek ve hakikaten bundan başka bir ben yol görebilirim. Saadet olabilmez. Ondan da en büyük saadet bağımsızlık ve özgürlüktür. O da öyle bir neticeyle o zaman yazdığım mahnılarım. Benim derdimin dermanı bağımsızlık, istiklal. Gerçekten bağımsızlık, istiklal. Ama bunu sen tutalım. Bakın çok üzr istəyirəm. Ben İnsaf Ali Bey'den de üzr istəyirəm. Salih Bey'den de üzr istəyirəm. Kısa bir şey değil. Ben zaten sizden tez ayrılacağım. Ancak kısa bir şey. Zaten bilirsiniz, dərdə dərman etmek istəyirlərsə, dərdin ne olduğunu anlamak lazımdır. İran çok milliyetli bir yerdir. Bu milletlerin hamısının problemi var. Artık İran çok milliyetli olmaktan kurtulmak istəyir. Ve bu İran adından sıyrılıp ayrılmak lazımdır. Ve bütün milletler öz azadlıklarını, kim isteyse kalsın, federasyon şeklinde kursun, kimse isteyir Perşiyen'den kalabilir, sabah kim isteyir. Ama ben Azerbaycan olarak bugünlerime, özellikle de kuzeyde kardeşim var, büyük bir devleti, güçlü bir devletim var, Arazın otağında. Ve başımı böyle sola çevirdiğimde o boyda Türkiye adında devletim var. Turan birliğim var, Türk birliğim var benim burada. Benim kazanacağım birçok şeyler var. Ben bugünlerime Güney Azerbaycan'a baktıkta təbiətindən tutmuş, çevrəsindən tutmuş, yeraltı zənginliklərimizdən tutmuş, insanlarımızın yaşamına baktığımda, oradaki bizim genç kadınlarımızın, kızlarımızın küçələrdə, ne günlerde Tehran'ın küçələrində yaşadıklarına baktığımızda veya narkotikin veya tiryekin, nəşənin 10 yaşından aşağı düştüğüne baktığımda çıldırıram Türkiye Türkçesinde, Anadolu Türkçesinde. Çıldırıram. Böyle olmamalıdır. Azerbaycan gençleri, Azerbaycan Türk'ü, Azerbaycan kadını
ümumiyyət işim yox. Özümüzdən sonra bütün millətlər üçün də istəyirəm. İranda yaşayan bütün millətlər başucu yaşamalıdır. Azadlıq içində yaşamalıdır. Şərafətlə yaşamalıdır və istiqlaliyyətlə də öz bayrağı altında yaşamalıdır. Bunu millətlər anlayıblar bir çoxları və anlamayanlar da ən gec-tez anlayacaqlar bunu. Ona inanıram mən. Və bunların da inanıram. Bu son bu da son deyirəm mən. Ona görə deyirəm ki, mən inanmıram. Bunların bu son çox böyük ehtimal son Cumhurbaşkanı seçimləri olacaqdır və prezident seçkiləri və ya rəis, cumhur seçimləri olacaqdır İranda. Bu da bu da bir şeyə yaramayacaqdır. İran çökəcəkdir. Mən buna kesinlikle təpədən dırnağa inanıram və bunu hər ağıllı bir adam kənardan baxdığı zaman hər şey çökmüş. Nizam çökmüş, bütün strukturları çökmüşdür. Və buna baxdığımız zaman papağımızı biz bu kərədə. İran onlar öz papaqlarını qoyub qabağını düşünürlər və biz Azərbaycan türkləri də papağımızı qarşımıza qoyub düşünməliyik. Nə etməliyik və bu durumda və bu zamanda nə etməliyik? Və inanıram və inanmaq istəyirəm və inanıram gerçəkdən də millətimiz ən sonda, son indi deyil, son yaxın sabahlardadır. Yaxın sabahlarda son qərarını verəcəkdir və taleyini bələdəcəkdir. Var olun. Çox sağ olun. Neçə Teşekkürler. dəqiqəmiz var? Aras Bey'den sorusu yoksa Aras bəy, neçə dəqiqəmiz var? Sizin zamanınızı Buyurun, almışım. buyurun. Olur. Siz Qarabağ İkinci Savaşından sonra oraya getdiniz. Araz nəhrinə getdiniz və çox duygulu və ondan sonra da əlbəttə danışdıq və onların hamısına millət şahid oldu. Araz bəy, 30 il Azərbaycanın %20, Azərbaycan Cumhuriyyətinin %20 toprağı işğal altındaydı. 1 milyon qaçqını var idi. Daxili qaçqın ən çox idi dünyada. Bunun orada yəni təcavüzlər, qətlilər, hər türlü cinayət ki bir insan edə bilər orada olmuşdu. O qədər bu uzun sürdü bu hazırlıq eləmək bu işğalı bərtərəf eləmək üçün biraz uzun sürdü ki çoxları hətta Azərbaycanın içində, Güney Azərbaycanda və dünyada ümidini itirmişdilər ki Qarabağ bitmiş məsələdir, danışmayaq və satmışlar Qarabağı və almışlar bitmiş bu məsələ yəni. Olan iş deyil. Ancaq heç vaxt biz ümidimizi itirmədik. Siz daxil, siz başlı olaraq, Salih bəy başlı olaraq, Sayın Səfərli bəy də biz tanıyırıq. Yəni məsələ budur ki, bu 2-ci Qarabağ Savaşından sonra bir milli viqara, Azərbaycan devlətçiliyinin milli viqarına bir təmir gəldi. O təmir olundu. O ki bizim başımıza qaxınc eləyirdilər. Hətta öz içimizdə də bir Qarabağı ala bilmirsiniz. Baxın ermənilər belə eləyiblər siz ruslar. Bunlar mən düzgünün deyirəm ki, eynən belə. O məsələ bitdi. Azərbaycan devlətçiliyinin dahi liderliyinin, Azərbaycan əsgərinin ölümə getməyinin və Azərbaycan millətinin səbri ilə və dirayəti ilə bu iş oldu. İndi də Güney Azərbaycanda Sayın Araz bəy, o İran devletçiliğinin hücreləri, o yatmış hücreləri, o sleeping cell deyirlər ya, orada yatırıyorsan 10 il, o səratan selli olur kimində. Amma birdən aktiv olur. İndi seçim gələndə birdən aktiv olublar ki, ay gəlin xəbər var, ay bir dənə Rozana tapılıb ki, vəzimiz düzələcək, ay gəlin. Bətər xəbər var, gəlin da bu dəfə gəlin, bu iş olacaqdır. Türklər hakim olacaqlar İrana, bu məsələ həllidir. Azərbaycançılıqdan söhbət eləmirlər Araz bəy. Yəni o əsinti ki, geçən 2 ildə Qarabağın azadlığından sonra ənibdir və biz də çox fəxr edirik ki, Azərbaycanlı. Baxın, görür, olur. 200 ildə torpaq aldan verirdik. Bax, bu iş olur. Bəs Güney Azərbaycanda olur, istiqlal olur. Bu işin imkanı var. Onda gətirirlər İran devlətinə şamurtubazlıq çıxardır ki, bu türküdür, aynən mən türkəm, bu fizikçiyəm və səvadı deyir ki, aynən uşağıma da məndən farsı öyrətmirəm filan. Bu cücü türk kəlməsini o İran türkü məsələsinin içində qabartır. Və bəziləri də düşünürlər o şeytan fəhləsi kimin, yəni bedavadan atılırlar orada, ay gəlin rəy verin. Mən sizin nəzərinizi bu barədə, bu sayədə, bu sözlərin yəni nəzərdə alaraq eşitmək istəyirəm, zamanınızı işlədək. Buyurun, sizdən faydalanaq, Araz bəy. Bilirsiniz, bir neçə müddət geriyə getsək, bir 2-3 il bundan öncəyə
baxsaq, Azərbaycan Milli Hərəkatının içində olan və güneydə olan və eşikdə olan bizim Azərbaycanlıların bilirsiniz, belə bir termin ortaya çıxdı. İran türkləri. Eşitdiniz, onun təbliğatçıları da var, indi işləyənlər, çalışanlar da var. İran türkləri, İranda biz min illərlə İrana hakimiyyət eləmişik. İran bizim donsuz da filan behman. Belə bir hərəkat da filan da yarandı. Bunu Amerikada dedik, ola bilsin Kanadada filan da, Avropada da, orada burada azdan çoxdan var bunun ətrafında yığışan, bu sözün ətrafında yığışanlar var. İran türkləri filan. Bu onun biraz böyük formatıdır. Bu böyük formatı İranın içində yaradılır. İndi bu seçkilərdə. İran adından bilirsiniz, İran adını bizə sırayıblar. Bizim balıq yaddaşımız var da. Bizim tez unuduruq bir çox şeyləri. İran adının tarixini bir çoxuna sorsan bilməz. Gedir, nə bilim, İran adından nə zaman modem indi, nə zamandan İran adı gündəmə gəldi. Onların hamısı tarixi var. 80-90 yüzdən fazlaya çıxmaz. Biz İran adından bir kərə arınmalıyıq. İran adı olan yerdə Azərbaycan üçün fayda yoxdur. Xeyr, ola bilməyəcək. Ola bilməyəcək. Bu bir gerçəkdir. Bunu istəsək də, istəməsək də belədir. Niyə? Bax, biraz öncə Kuzey Azərbaycanda Arazın əslində Arazın kuzeyi daha gözəl çıxır. Arazın kuzeyində torpaqlarımızda millətimizin əl birliğiyle, dövlətimizlə, millətimizin əl birliğiyle torpaqlarımız alındı. Yəni işğal altında torpaqlarımız azad edildi. Və biz isə orada belə. Baxın, əslində İranın içində biz olmasaydıq, İranın o zaman, İran indiki tərkibində, İran adlanan coğrafyanın indiki tərkibində biz Azərbaycan olaraq və Azərbaycan türkləri olaraq olmasaydıq, Azərbaycanla İranın çox gözəl bir qonşuluğu var idi. Bizim üçün çəkir. Azərbaycanın bütün problemi, əzabı, dərdisəri bizim üçündür, bizə görədir. Kuzey Azərbaycanı və ya Arazın o tayındakı devlətimizin əzabları bizə görədir. 30-40 milyon Azərbaycan türklərinin İranda olması onlar üçün hər zaman bir qorxudur, təhdiddir. Bunu biz istəsək də, istəməsək də İran adlanan coğrafya hər zaman təhdid kimi görəcək özü üçün. Bir kərə bunu qurtarmaq lazımdır, bitirmək lazımdır bunu. Necə? Ayaqlanacaqsan, kuzeydəki devlətinlə birləşəcəksən, Azərbaycan devləti yaranacaqdır. Heç zaman bu dərd bitməyəcəkdir. Tutalım bu devlət yaranmadı, bütöv Azərbaycan devləti yaranmasın. İranın içində elə bu oyunlar belə geçsin, bugün bu, sabah başqası, neçə il sonra başqa bir hakimiyyət qurulsun, başqa bir prezidentlər gəlsin, nizam sürsün. Ya tutalım, deyək, şah gəldi, şah getdi, oğlu gəldi, o gəldi, molla getdi, filan getdi. Bu belə sürsün. Bu dərd bitməyəcək. Bu yara qaysaq bağlamayacaqdır. Azərbaycan yarası qaysaq bağlamayacaq, bitməyəcəkdir. Yenə də köşkü balaban Araza baxar, Arazın suyu gözlərdən axar və gözlərdən axacaqdır bu ayrılıq suyu. Azərbaycan bütövləşməyənə qədər İran üçün də rahatlıq yoxdur. Azərbaycan üçün də rahatlıq yoxdur. Bu dərdi kökündən bitirmək lazımdır. Onun üçün də dost da düşman da yaxında oturub düşünmə, bu dərd nədir? Bu dərdi bitirmək lazımdır. Bu dərd ayrılıq dərdidir. Azərbaycan bütövləşməlidir və İranla da, İran dediğimiz indi adını coğrafya qoyurlar. Sabahlarıma dəyişik dövlətlər olacaq. Ola bilər yəni. İstəsələr də qursunlar. Kim istəyirsə dövlətin qursun, kim istəmir, geçsin, onlarla federasyon şəklində yaşasın. Ancaq Azərbaycan qurtulmalıdır, bu dərd bitməlidir. Bitərsə, sabah bütün bizim qonşularımızla münasibətlərimiz və ya rabitələrimiz çox yaxşı olacaqdır indi də. O zaman başqa bir dərdimiz olmayacaq ki. Mən hardan qurtulacağım? Artıq mən qurtulmuşam. Devlətim var, devlətimlə birləşmişəm, böyük bir devlətəm. O da özünə görə bir devlətdir. Qonşuluq münasibətlərini düşünüb, doğru düzgün qonşuluq münasibətlərimizi quracaq. Burada dostluğumuz günü-gündən dərinləşə bilər, daha da güclənə bilər. Ancaq bu Azərbaycan məsələsi, bütövlük məsələsi bitməyənə qədər biz istəsək də, istəməsək də, onlar istəsələr də, istəməsələr də bu dərd bitməyəcəkdir. Mən kesinlikle İran Türkleri meselesine. Onlara inanmıram. Geçenlerde de sizle danışıqdaydı, başka dostlarımızla danışıqda da demişim. Tutalım kardeşim, 1000 il hakimiyet etmişik İran'a. 1000 il hakimiyet ettik. Artık yeter. Ben Türk olarak, Azerbaycan Türk olarak artık da gedib Bəluçistan'da hakimiyet sürmek istemiyorum. Xuzustan'da hakimiyet etmeyi istemiyorum. Kürdistan'da hakimiyet etmeyi istemiyorum.
Farsistan dediğim o adını istiyorsunuz Persian koyun. Çok sevirse Persian koyun. Ya İran ne istiyorsunuz koyun. Orada hakimiyet et. Gedin başınızı saxlayın. Siz öz başınızı saxlayın. Mən də öz başımızı saxlayacağım. Və inanıram ki Azərbaycan bütövləşdikdən sonra bu gün yaşadığımız iqtisadi çətinliklər, sosial problemlər, o biraz önce söyledim. Benim bəy gəlinlərim, bəy qadınlarım, bəy qızlarım o gündə yaşamayacaqlar. Benim bəy oğullarım küçələrdə duvar dibində oturup nəşə çəkib fəci duruma düşməyəcəklər. Ona göre onun için bu meseleni bir an önce halletmemiz lazımdı. İran demekle şah zamanında, şah zamanında İran filan, İran. Artık bu İran sözünden son kez deyirəm, başınızı ağrıtıram İnsafari kardeşim ve Salih kardeşim. Sizi de yormayacağım, seni de benim güzel kardeşim yormayacağım. Bunu da İran demekten artık çekinmek lazımdı. Bunu üzümü tutup burada erkim çatır değil. Buradan beni gören. Söz eşittim. İran'dan arınmak lazım. İran sözünden arınmak lazım. Durulmak lazım. Duş almak lazımdı. Neyini sen ile Arazın suyuna dal. İstəyirsən Savalan gölüne dal çık. İstəyirsən git ne bileyim. Arınmak lazım. Bu İran sözünden Azerbaycan Türklerine, Azerbaycan'a bir fayda gelmeyip ve İran sözü ortaya çıktığı zamandan bizim felaketimiz başlamıştı. Harda qalsın İran'da seçim oldu. İran'ın başındaki bu geldi, Ali geldi yoksa Ali geldi, Dolu geldi filan. Bunlardan bize fayda çıkmayacaktı. Öz derdimize özümüz derman etmeliyiz ve Azerbaycan'ın derdini son söz olarak bunu dedim. Ancak budur kardeşim. Bütövleşmektir kuzeyle. Birleşmektir ve istiklaliyetimizdir. Sevgiler, saygılar hamınıza, bağrıma basıram uzaktan ve buradan onlar görmediğim insanları da, beni görenleri ve görmediğimde herkes hamınızı bağrıma basıram. Gün hoş olsun sizlerle güzel Təbrizimizde görüşelim. Sevgiler, saygılar. İnşallah. Sevildiniz. Sağ olun. Teşekkür ederim. Çok sağ olun. Sayın Araz Bey, çok teşekkürler katıldınız ve fikirlerinizden faydalandık. Araz Bey'in her daim İstiklal'ın ön cephesinde, ön demek hatta yara gitti, herkese aşağıdı ve emeğiniz sonuç verecektir. Halkımız illaki iradesini birleştirip ve bu İran işgalini def edecek. Araz Bey'in sözünün kuvvetine bir şey ilave edeyim. İran Türkleri dedi. Sayın Araz Bey, bilirsiniz bu son zamanlarda bir başkasını da çıkardılar. Türklerin İran'ını da çıkardılar. Yani min bir oyun getirirler. Bu Azerbaycan değilmesin, bu istiklal değilmesin, bu devletçilik danışılmasın. Yani İran'ın Türklerin İran'ı bize dünen Azeri diyenler, Türk değilsiniz, Azeri diye bizi söyleyenler falan bugün durupla devletçi İran Türkçüsü. Yani da, o yere yetişip gidecek. Buyurun. O Azerbaycansız, Azerbaycan olmadığında İran'da Türklüğün hiçbir anlamı yoktur. Azerbaycan sözü veya Azerbaycan torpağı Türklüğün merkezi sigil desek bunların özlerinde. Azerbaycan bizim ağırlığımız Azerbaycan'dadır. Azerbaycansız Türklüğün hiçbir anlamı yoktur. Çünkü İran Türk'ü devlet olabilmez. Ona göre Türklerin İran'ı devlet kurabilmez. Çünkü payitahtı yok, yeri yoktu. Azerbaycan ayağına basacaksın. Payitahtında toprağında devleti kuracaksın. O toprağı benden almak istiyor. Ona göre değil İran'ın Türkleri, Türklerin İran'ı min bir oyundan ve o vurguladığınız İran termininden, İran kimliğinden, İran bu tehmilinden, göndermesinden bir an evvel kurtulmamız lazım. Bu yegane yolumuzdur. Başka bir yolumuz yoktu. Bizim İran oldukça o zincir boynumuzda, o esaret boynumuzda, o bedbahtçiliği bizim talihimize yazılmıştı. Ve bundan kurtuluşun da yegane yolu bağımsızlık, istiklal. Ayrı bir çıkacağı ya kurtulacağımız yok. Ben çok teşekkür silahsız bir sözde Oğuz Bey çok bağışlar. Çok sağ olun Sayın Araz Bey. Bize vakit ayırdığınız için. Sağ olun. Ben sizden üzr isteyerek, çok üzr isteyerek ben size yazmıştım da danışıktan qaba. Benim qonaqlarım var orada. Onlar beni gözləyib, ben oradan ayrıldım, geldim. Ben sabah bilirdim programı. Ona göre.
Çok üzürlü Sağ sayın olun. beni. Çok üzürlü sayın. Sağ olun, Var var olun. olun. Sevgiler, sonsuz Sağ olun. sevgiler. Çok sağ olun. Sağ olun. Sağ Görüşmek olun üzere. Aziz. Sağ olun. Allah razı Biz de burada. Eşk olsun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Ne kadar hakikaten Arazbay'ın o huzuru, varlığı böyle şeydir. Can katır. Yani öyle heyecan şeydir. Var da öyle bazı adamların öyle bir huzuru var. Bu İran Türklerinin, dediniz ya Türklerin İran'ı. Türklerin İran'ı adında 1990'larda kitap yazıldı. Benim bir düşünce hocalarımdan biri yazdı onu Türkiye'de. Türklerin İran'ı. 1998'lerde falan değil fikir edirəm. Var, her şey istese bakabilir. Türklerin İran'ı ve orada o tarihi olarak gösterir ki aslında bu İran denilen yer aslında onun çok balaca bir yeri eski İran'dır. O da Afganistan'ın bir bölgesidir. İndiki Pakistan'la Afganistan arasında Zahidan, Zabul, Mabil o bölgeler. Kabul, Zabul. Eski yazılarda Kabulca ve Kabulsa ve Zabulca yazılır, öyle yazılır. Ve o kitabı ben okudum. Ancak kitabı sonra okuduk. Niye? Çünkü Sayın Salih Bey ve İnsaf Ali Bey bu adamın kitabı basılmadan önce bu adamı çağırırlar eşiğe ki gel kızın seni çağırır parkda ve kızını bir sürede görmemişmiş. Parktan ki gelir gedə minən kızının maşınına, ki kızının maşını değil orada onu gülləliyirlər, öldürürlər. Və kitabının basılmasını görmədi. O Türklər İranının şeyi oradan qalıbdı. Türklərin İranı. Öyle bir kitap var. Çok güzel kitaptır. Ancak o siyasi bir kitap değil. Aslında indiki bizim meselemize dahil değil. Ancak sizin dediğiniz bu Araz Bey'in de dediği ayının ne dedi? Ayının neyi çok olar? Aranma. Yok ayının dedi. Ayının çok olar. Aynen. oyunları bir armut oyunu içinde. var. Ayının Armut neyi çok olar? Ayının çok olar. Armuda göre. Ayının armut için min oyunu var. Ayının armud için min oyunu olar. Çok güzel sözdü. Bu İran'ın da bu bizi yok etmek için Türklerin İran'ı da diğer, İran'ın Türkleri de diğer, her ne de o ayının armuda göre çok olar. Buyurun sizdedir Sayın Mustafa Ali Bey, Sayın Salih Bey. Buyurun sizden. Xahiş ederim. Salih Bey, bir soru ben soruşum. İndi bizim millətimiz istiqlal tapmaq üçün əvvəl gərək ayıla və əvvəl gərək müsəlləh ola. Müsəlləh olmaqdan mənzum silah tək deyil. Silahdan öncə beyinsel olarak kurtulması İrandan, sonra beyinsel olarak istiqlala inanmaq və bu yolda iradə ortaya koymaqdır. Bunun üçün acaba bu İran intixabatları ki burada getir bu məsnoyu, biz bunlardan istifadə eləyə bilərmiyik? Baxın, bunlardan istifadə məsələsini qoyaq kənara. Əvvəl bir məsələni ərz edim. O ki, dediniz, Azərbaycan milləti istiqlalı üçün müsəlləh olmalıdır, beyin olaraq ayılmalıdır, yəni fikir olaraq müsəlləh olmalıdır əslində. Bu faz başlanıbdır. Yəni, Oğuz bəy bir nöqtəyə işarə elədi, çox mühümdür. O məsələyə balaca tutmaq lazım deyil. Bu çox əhəmiyyətlidir. Bizim müasir tariximizdə bəlli dönəmlərdə bəlli hadisələr üz veribdir ki, bizi 10 illər önə atıbdır. 10 illər işi sürətləndiribdir. Onlardan birisi də, ən önəmlisi də bəlkə 50 il təsir qoyacaq bir hərəkətə təsir qoyacaq bir hadisədə Qarabağın azadlığı. Yəni, keçən 200 ildə birinci dəfədir ki, biz torpaq geri alırıq. Yəni, itirə-itirə gəlmişik və indi başlamışıq geri almaq. Və o mərhələ başlayıb. Yəni, o Azərbaycan qurtuluşu, İrandan xilası üçün elə bir nöqtəyə yetişibdir ki, indi İran işğal rejimi bunu qəşəngcə görür. Bunu sadəcə Nəcib mənic eləyə bilsin ki, biraz müddətdə artıq nənəsin hakimiyyət eləsin. Yəni, onlar qəşəng görürlər ki, bu iş ora gedir. Bunu, yəni, həmən sistemdir ki, dünənə kimi bizə Azəri deyirdi, Pəhləvi deyirdi, tüylükdən qopadırdı, filan edirdi. Birdən-birə bir gecə çönüb İran, Türkiyə, məsələn, Pizişkiyanın gəlib orada mən Türkəm deməsi,
Pezeşkan'a onu dedirttiren o nedir? Azerbaycan milli harekatının, yani Azerbaycan Türk'ünün Güney Azerbaycan'da devletçilik ruhunun o məqama yetişmesi için bunun da dönüşü yoktur. Hatta bu oyunlarda, yani bunlar bunu getirirler, bu Pezeşkan'a getirirler ki mesela Azerbaycanlıları ve başka millete sandığa çəksinlər də. Bu özü de onlara zarar edecek. Yani bu işin özü bətnində sonuçta onlara bəkfar edecek. Yani buradan o nəticəni değil. Aslında neye hizmet edecektir? Çünkü onu koymayacaklar çıksın. Ve demek hedef onun çıkması değil. Hedef nedir? O rejimin 5 gün əlavədən bunu müdiriyyət edebilmesi için. Ona göre de dediğiniz tam doğrudur. Yani fikir olarak ve indi bu dayazlığı belli hisselerde görürük. Şahin Səfərli bəy, Şahin Oğuz bəy. Görürsünüz, şimdi bir seriləri qollarını çımırıyıblar. Bunlardan birçoğu ilə milli faaldırlar. Yani hakikati budur da milli faal kimi tanıyoruz. Ama demek ki onlar o şuur yani milli şuura lazım olan derecede milli aydınlığa, milli agahlığa yetişmeyipler. Bunu hemen tuzağa düşebilirler. Bunu bir daha da qaytaraq tarihi geriye bir dönək. Oğuz Bey işarələr, ya İnsəfərli Bey işarələrdi. Demək, islahatçıların, yani ardasa 88 idi. Bu Musavi ilə Əhmədi Nəcadın döneminde gene de hərəkəti islahatçıların arxasına çəkmək. Yani Azərbaycan milli hərəkatı parçalandı. Hatırlasanız. Hatta bir seriler bir 3000-4000 nefer imza topladılar Musavi'den. Hemen cinayetler karşısına koydu da. O iki yolluğu yarattı, o daykatimini yarattı. Dedi senin iki seçeneğin var. Bazıları da düştüler bu yaşlıların ne diyorlar Oğuz sanatına. Doğrudur. Orada bizimkiler gene de düştüler bu tuzağa. Yani Musavi'den himayet, yaşlılardan himayet, ay fırsat yaranıptı, aydan filan da olmalı. Biz öz yolumuzdan bize becərsək, Azərbaycan milli hərəkatına böyük zərbələr vurmuş olur. Yani bütün sistem onların əlində, təbliğat onların əlində, medya onların əlində, pul onların əlində, ordu onların əlində, ittilaat onların əlində, polis onların əlində. Biz kiminlə istəyirik oyuna? Demək, bir oyuna girək ki, orada siyasi mənfəət aparaq. Ayı ilə ki, dedisi o taxtında dəbəşəndə biz demək, taxtdan burlanıb düşəcək aşağıda, onun ayaqlarının altında məhv olacaq. Ona göre bu fəlsəfə ki, yani onlar için bugün təbliğat İran işgal rejimində bu bir Türklüyünə filan gəlin qatılaraq bəlkə bir şey əldə eləyərik filan eləyərik. Bunlar beyin olarak Araz bəyin dediği o İrandan arınmıyor. Bunlar beyin olarak İranlıdılar. Düşünce olarak İranlıdılar. Teori olarak İranlıdılar. Ama Türk danışırlar. Bunlar bizim Türk danışan İranlılar da, Türkçe danışan İran merkez sisteminin temsil edenlerdir. Ve herkes de cürmüne göre, demek ağırlığına göre, mesuliyetine göre nedir? Bu işgalda payı var. Yani biz bu mesele hakkında açıkça İstiklal Partisi'nin tarafından demişik ki İran'a rəy toplamak işgala hizmet Azerbaycan'a xəyanətdir. Bu kadar çıplak bir şeydir. Yani bu indi olsun Pezeşkan, Türk olsun, Fars olsun, Kürt olsun, Ərəb olsun, bu bir şey değişmez. Onlar işgalın Türkçe danışan nümayəndələridir. Azerbaycan'ın Türkçe danışan Azerbaycan devletçiliğinin Türkçe danışan düşmənləridir. Azerbaycan milli hərəkatının Türkçe danışan düşmənləridir. Bunu təşxis vermeliyiz ve buna göre de planlarımızı buna göre tüymeliyiz. Yani her Türk danışan bize aldatacaksa bunlardan, ondan Pezeşkan'dan daha çok Meyxamene'yi danışmıyor bu Türkçe. Meyxamene'yi demirdi ki uşaqlarınızı Türkçe öğrendim, Farsçanı ben öğreteceğim de demelisin. Siz gedin evde Türkçeni öğrenin. Onda deyələ Xameneyi başladı da, yani bir Türkçeci dəyişdirəcəksən, eğer bir
Türk onlar Türkçe danışmaq məsələni dəyişdirəcəksə, bu bax haməni ordadır da, həməkaradır. Prezident hamısı səfər bədəki elədi. O sistem elə qurulubdur ki, o prezident orada bir karədə onun yap təpəsində olan o sistemin əsas demək gücü Türk danışandır da, amma kimdir? İşgalın Türk danışan, Azərbaycanın Türk dilli düşmanıdır. Azərbaycanla Türkçe danışan düşmandır. Bize Türkçe danışan, Türk dilinde danışan Türk'ün düşmanıdır. Bu kadar. Salih bəy, mən bir yazı yazmışdım elə bu haqda. Geçən günlərdə, geçən həftə içəridən cavab gəldi ki, siz eşikdəsiz, bizim işimizə dixalət eləməyin. Siz düşünmürsünüz, biz burada sizdən yaxşı düşünürük. Mən yazdım ki, içəridə olmaq məşruiyyət vermir. Çünki siz toplumun içində olanda, o İran toplumun içində olanda, tamam, əvvələn İrandan qırılmamışsınız. Birinci müşkil elə budur. Siz orada onu yaşırsınız. Bax, istəyəsən, deyəsən, deməyəsən, sən İranı yaşırsan orada, içəridə. İçəridə İran yaşırsan. Radyo, televizyon İrandır, ruznamələr İrandır, kitablar İrandır, təbliğat İrandır, maşın İrandır. Hər yerə çıxırsan, sən o atmosferdən özünü çıxada bilmirsən ki, çıxasan bir uca yerdən baxasan. Bir Təbrizə xiyabanından çıx, saat qabağından çıx, bir Eynalı dağına çıx, bir bu şəhərə bir uzaqdan bir bax. Mütəəssifanə, indi bizi Oğuz bəy, İranın bir dənə siyasəti vardı, Salih bəy, geçən 40 ildə bunu yaxşı icr edibdi. Tamam qrupları ikiyə bölür, üçə bölür, dördə bölür. Məsələn, deyir ki, danışçıları yadınıza gəlsə o etirazlarda, xüsusən Təbriz etirazında, danışçıları bir danışçı numa, ruhani numa, futbolist numa, təmaşacar numa, ondan sonra ərazul və obaş və danışçılar. Karigəran və karigər numa. Yəni, hər şeyə bir şey çıxadır ki, onları bir-birinin qarşısında qoysun gücləri. İndi, Güney Azərbaycanda içəri dışarı deyə bir qavram yaradıblar. Yəni, bu ikiliği nə cür bölək? Amma sən içəridəsən, sənin haqqın var. O danışa bilməzək içəridəki. Onun haqqı olduğunu olacaqdır. Haqqının danışa bilmir, bir şey eləyə bilmir. Mənim haqqım var, içəridəyəm, haqla ilə. Yox, haqq səndən deyil. Sən içəridə bundan çıxa bilmirsən. Bundan özü qurtara, əgər özünü qurtara bilirsən, tamam. 200 nəfər, 300 nəfər zindanda var. Bunlar özləri hədəfiyle o yerə yetirə bilməyiblər ki, istəkləri budur ki, bizi İran qanunları ilə mühakimə eləyin. Ya, ən yuxarı istək budur. Biz onu istəmirik ki. İndi, burada necə görürsünüz? Yəni, bu rejim gəlibdir. Çox rahatca, sən xaricədəsən, danışmaq haqqın yoxdur, düşüncə haqqın yoxdur, sən vaqiyyəti görmürsən, buradan qarşımızdan. Axirə də qalanda deyir ki, əgər düz deyirsən, gir meydana. Gəl burada içəriyə, burada danış. Tamam, mən görürəm sən içəridə danışa bilmirsən, görürəm sən içəridə düşüncə ortaya qoyula bilmirsən, görürəm sən içəridə təşkilatlana bilmirsən, görürəm ki, sən içəridə məhdudiyyətlərlə İrançılığa məcbur olursan, görürəm ki, sən içəridə rahatca toğlanırsan, tez işleyen gəldi ki, dax, rəy verək. Gedirsən, rəy verirsən, hakimiyyətə, öz ziddimizə rəy verirsən, məşruiyyət verirsən ki, mən sənə icazə verirəm, 200 nəfər zindanda idi, bu 200 nəfər sabah edam elə. Yəni, lazım olsa sabah edam edirlər. Cumhur İslaminin əslən o şey yoxdur. Siz deyəsiniz ki, yox, bunları mühakimə edib qoyub, ora sabahları iş olmaz. Cumhur İslami zindandan hökm verdiğin götürər. 60 neçədə biz gördük bunu. Adamları götürdü zindandan, hökm olmuşdu, az qalırdı, bir həftə, 2 həftə, 1 ay qalırdı, götürdü, hamısını edam elədi. Cumhur İslami belə bir sistemdir. Amma bunu necə görürsünüz? Yəni, bizi indi milli hərəkətin, düşünürlərin, fəalların iki yerə bölüblər əslində. Dışarı, içəri. Eşik, iç. Xaricədə oturanlar, içəridə oturanlar. Bunu necə görürsünüz? Bunu əslində rejim bölüb, itilaat bölüb. Onlar itilaat millətin adından danışırlar. Onlar itilaatın ağızlarında milli köynək geyiblər. Bizim kimi, yəni seçkiləri təhrim eləmək, istiqlaldan danışmaq, istiqlal şüarı xaricdə verilməyib ki. Təbrizin stadionunda yazılıb, Güney Azərbaycan İran deyil. Elə onlara deyirlər siz xaricsiz də. Yəni, bu məsələ deyil ki, sənin harada oturduğun məsələ deyil. Nə dediyin məsələ. Onlar deyirlər, sən bu sözü deyirsən, bunu demək haqqın yoxdur. Acaba Təbrizdəki bizim kimi milyonlar bu düşüncədədir. Onlara qoyursunuz mu çıxsınlar xeyvanda desinlər ki, qatılmayın bura. Qoymazlar ki, qoymurlar da. Yəni, bu milli köynək geymiş, millətçi köynəyi geymiş, demək, İran itilaatının
deyimləridir. Bunların ağzından gəlir, səslənir. Bunlar millətçilər deyirlər. Bunlar Azərbaycanın içində, eşində, Azərbaycanı parçalamaq hərəkatını içə eşiyə bölmək filan. Bunlar hamısı İran İttihatının oyunları. Bu sözü ki biz deyirik bu gün, bunu biz demək təcarətdə Vaşinqtonda olmuş ki, Kanadada olmuş ki, Almanda olmuş ki, Təbrizdə olub deyib də haraya mən Türkiyəmdə. Təbrizdə çıxıb deyib də Təbriz, Bakı, Ankara, bir sərafaslar harada. Təbrizdə deyilir ki, Azərbaycan bir olsun, mərkəzi bir olsun. Urmuda deyilir, Sulduzda deyilir, Zəncanda deyilir. Təbrizdə deyilir ki, Azərbaycan bir olsun, istəməyən kör olsun. Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun. Təbrizdə deyilir, Güney Azərbaycan İran deyil. Təbrizdədir ki, Azərbaycanın bayrağı qaldırılır. Bu stadyumdadır ki, Azərbaycanın bayrağı dalğalanılır da. Yəni bunu mən Kanadada götürməmişəm ki, bu Təbrizin meydanlarındadır, Təbrizin xiyabanlarındadır. Amma İttihat onu çəkinmir, utanmır. Yəni deyir ki, siz xaricdəsiniz, biz içəridə belə düşünürük. Yəni İttihat içəridə belə düşünür. İttihat içəridə belə danışır. Yüzlərcə istiqlalçı, istiqlal düşüncəsi üçün işgəncələr altındadır ki, onların adı listədə yoxdur ki. Öldürülüb atıblar bu dəriyə, o dəriyə, onların adı listədə yoxdur ki. İran işğalının pəncəsinin altından çıxan ağızlar olan hamısı İttihatın sözləri. Nə adıdır deyirsə, onun içindən də qalsa, əhəmiyyət daşımır. Yəni bunlar legitimlik vermir. Nəyi deyirsən, nəyi təbliğ edirsən, odur legitimlik. O göstərir ki, sən doğru yoldasan ya yox. Ona görə içəri, eşik, bilməm, aşırı, islahatçı, bütün o Araz bəyin dediyinə gəlib, lan hamısı o ayının minbir oyunudur, o armudu yemək üçündür. Bizi yox eləmək üçün minbir oyunu çıxarıb durubdur. Onlar biz millətçi görmür. O adam ki, deyir ki, eşikdə seçsə, eşiyi içəriyə bölürsə, bu İttihat, bu millətçi deyil. Mən qətiyyətlə deyirəm. Bütün millətçilərə də deyirəm. Bunlara inanmam, bunlar millətçi deyirlər. Bunlar İttihatın ağızlarıdır. Azərbaycan milli hərəkatını parçalayıb da onun demək Təbrizdə bu sözü deməsinə icazə vermədiyində, Oğuz bəy bunu çıxıb burada deyəndə, İnsafəli bəy orada deyəndə desinlər ki, danışmadılar ki, biz sizdən yaxşı, siz eşitəsiniz, haqqınız yoxdur. O İttihatın ağzı, o millətçi deyil. Milli hərəkətə əslən aidatı yoxdur. İndi ola bilsin geçmişdə də milli fəaliyyətləri olubdur, bəlli bir səbəblərdən, məsələ, düşübdür bir pəncəyə, nə olubdur, falan olubdur, onlar bir şey dəyişdirməz. Bu sözü deyən, o mahiyyətdə, bir ifadədə bulunan, mahiyyət etibarilə İttihat. Azərbaycan milli hərəkatı deyil. Buyurun. Doğru. Doğru. Oğuz bəy, siz istəyirsiniz bir şey soruşasınız ya, mən soruşum. Mənim hazıram bu soruşmağa. Sizin bu profesyonel işinizdir. Tamam, teşekkür ederim. Sağ olun. Siz benden daha yaxşı bilirsiniz. Salih bəy, geçən günlərdə bu xahiş edirəm. Oldu. Xahiş edirəm. Ben bir şeyler diyeyim. Buyurun. Salih Bey, ben burada yazıları okuyorum. Ve yani otağı şey eləyirəm, baxıram. Otağın yöneticisi de var. Onlara baxır. Birinci olarak her kəs ki orada yazır bize hamıdan ve selamlar, saygılar, Qoşaçaydan, Urmiyədən, Türkiyədən hamıya selamlar, saygılar, sevirik. Onları bir cavab verə bilmirik. Ona görə hər kəs ki bunu indi burada canlı dinləyir və sonra da izləyəcəkdir. İndidən təşəkkür edirik vaxt qoymağa. Çünki vaxt önəmlidir. Sayın Salih bəy də deyirdi. Mənbər onların. Onlar da ki bizdən çox yaxşıdırlar danışmaqda. İşləri budur yani. İşləri oratory artıdır. Yani şeyin sıxınvərliyin hünəridir. Mollalıq. Mənbər onların, meçid onların, imamcı, önemli cuma namazı onların, televizyon onların, radyo, Sepah-ı Saybri onların. Bütün yani girmişler interneti də qəsb eləyirlər Salih bəy. Hər yerdə yazır. Hələ bunlardan da istifadə eləyirlər. Gəlirlər bizim məsələ bir yerdə bir otaq qoyur. Orada deyirlər ki, bəs yaxşıdır ki, yani böyle bir rovzanı açılmış ki, o İttihatın sözünü deyir də mənə, mənim dilimdə. Gəlin rayı, ay gəlin xəbər var. O hemen şeye benziyor ki, ben bunu Səfəli bəy, ben sözü diyeyim, sonra devam edeyim. Yok öyle bu sualı sizden de soruşacağım. Yani bu sualları sizden de soruşacağım. Ben
fikirliyəm 2014'də, eğer yaxşı yadıma gəlsə, yəni olur 10 il öncə, mən bir məqalə yazmışdım. Onun adı Cəlaləddin'dən bir öyküdür. Yəni Mevlevi'den bir hikaye. Orada Bugün de koymuşsunuz onu gördüm. Ha? Bugün de koymuşsunuz onu bir yere. Ya birisi koymuştu ben gördüm onu. Onu ben bir Gönder- programa gelmeden Gelmişti, önce önce paylaştım. göndermişti. O hikayede deyir ki mümin bir dəlikdən 2 yol çalıb sancılmaz. Çalmazlar da. Bu əslində ərəbcədə bir məsəldir. Bir dənə heyvan var. O heyvan deyirlər ki, ayağı bir dənə bir çalıya girsə, da bir dəfə də onu da dövsün də, sövsün də o ayağı oradan geçməz o yoldan. O yandan geçər. Ama maalesef insanın xasiyyətində bəlkə bir mazoxizlik vardı mənə görə. Ciddi ərz edirəm mən. Bəlkə də insanda bir mazoxizlik var ki, sevir də. İnsan nökərçiliyi, baş aşağılığı, böyle rezilliği sevir. İnsan böyledir. Ben bunu iyice danışmışım önceler. Demek ki bu gelir. Şimdi bu kadar biz anlatırıq ki, bu oyun senin değil. Bunun kurallarını sen koymamışsın. Bunun seçilme sen değil. Hiçbir şey sana ait değil. Bu sana oynanılan oyundu. Bir tane çizik çəkir, bir daire. Ve seni çəkir onun içine, orada seni oynadı. Ve sonra da sen de diyorsan ki sen bir şey olur orada sana. Sana bir şey olmayacaktır. Sen bədbəxtliyin, külbaşlığın devam edecektir ve biraz da daha da çok şey edeceksin. Ve getirir bir türlü için zayıftı. Yoldaşımızın da orada yazdı. Düşman, o da başka məqalədir. Düşmana inanmak. Düşmana inanır. Çünkü düşman gücün merkezidir. Çünkü senin gücün yoktur. Hiçbir devlet geçen yüzyılda Güney Azərbaycan Milli Hərəkatını yardım etmemiş. Hatta şey de etmiş. Onun sesini de kapalamış. Hiçbir devlet, hiçbir devleti kurum ve gayri devleti kurum, NGO değiller, GO ve NGO, yardım etmemiş Güney Azərbaycan Milli Hərəkatını. Herkes deyir, bursun desin ki, etmişler ne bileyim, heç Ancak İran devleti ve İran devletçiliğine, böyle bu Amerika ki, bura gece gündüz merciver Amerika değiller, İran'ın böyle kalmasının sebeplerinin biri Amerika devleti. Biri o devlet. Bunu devlet, bunu böyle saklayıplar da. Orada Celalettin Bəlxi ve Sümmə Rumi deyir ki, bir tane bir eşek bir mərğızarda, yaşıllıq bir yerde yaşayırdı. Çok da güzel böyle. Geçinirdi. Ve bu aslan yaşlanmıştı ve kütəlmişdi bunun hərəkatı. Bu tilkiye deyir ki, mənə get bir tane heyvan gətir, tap gətir, mən yiyeyim. Yoksa öyle seni bir yakalasam yiyeceğim de. Bu o da diyor ki tamam sultanım. O da gelir böyle gezdir görür ki bu eşeğe oturmuş bu çölde, güzel yaşıllıkta böyle yiyir. Diyor ki sen burada ne oturupsan ki? Aslında bir cennet mekan bir yer var. Öyle güllerinin kokusu böyledir, reyhanlar böyledir, merzeler öyledir. Gel böyle güzel güzel yerler var, böyle su akır, bal akır, süt akır, böyle şeyler yani cennetin xüsusiyyətindən deyir. Bu eşek de deyir ki, şey etmə, mən elə burada rahatam, mən geçinirəm falan. Deyir, yoxdur, sən gəl mənə inan filan. Çoxlu fəlsəfi bəhslərdən sonra, uzun fəlsəfi bəhslər, əslində elə var bu fəlsəfi bəhslər ki, səni bir şey ki, orada yoxdur, beynində yaradır və səni oraya çəkir. Aslında bunlar fəlsəfi bəhsdir. Bir şey sənə inandırıcısa yoxdur əslində. Zaten sən insan nə istəyir? İnsan refah istəyir, azadlıq istəyir, özgürlük istəyir, rahat yaşamaq istəyir. O neyinir? O gelir sen her şeyi elinden alır. Baksanız her senin de yemeğin de. Da indi adam utanır ki toyuğun səhvine durmak da. Sen her şey təhqir olsa sonunda başlayırsan böreği satmağa, gözlüğü satmağa, ne bileyim, yani uşağı satmağa. Sonu budur da. Sonu əxlaq çökür, her şey çökür. O ne, hardan başlayır seni bir şeye inandırır ki aslında yoktur. Aslında doğru değil. Seni qətliqaha götürür. Bu tilki bunu çok fəlsəfi bəhslərdən sonra qane edir bu eşyayı ki. Var böyle bir yer aslında. Ve bunu götürür. Gelin gedəkdir. Gelin gedək ray. Bunu götürür ve aslan da gizlenip bir tane bir putanın arkasında, çünkü yaşlıdır da. Diyor, bu eşek gelip geçende bunun üstüne atılır. Ama çünkü biraz kütəlibdir ve qocalıbdır, yaşlanıbdır. Bunu çok bilmir, bu eşek kurtulur, kaçır. Bu da vəhşət. Biraz tez atlanır. O biraz tez çıxır eşek. Hatta biraz acele eləyir də, acdır. Atılır, gedir ve çıxır gedir də
yaxşı qurtuldum filan. Sonra bu Əslan oturur qarın qursaq bir-birinə vurulub acından. Akşamüstü bu tilkiye deyir ki, bəs indi nə etməliyik biz? Biz burada Cəngəlin sultanıyıq, biz burada ormanların öyle qalmışıq. Uzun-uzun əlbəttə Mövlana bilirsiniz, bunları uzaldar və heç də utanmaz sözü direkt deyib üzünə çıxmaqdan. Mövlana'nın işi bu, açıq söylər. Deyir ki, bu sen get tabiatı da bir şey tabiatır, mən onu bilmərəm. Get tabiatır, sənin işin budur. Sənin işin aldatmaqdır. Sənin işin ayartmaqdır. Sənin işin onu bunu aldadıb mənə gətirmək. Sen öz işini gör, ben de öz işimi görürüm de. Düz değil de. Düşürken de gelir. Bakır görürken de bu eşek orada mesela bir yerde yemek yer. Bu eşek bu tilkini görende diyor, ay sen ne iş gördün bana? Sen niye beni böyle çektin? Neydi o? O sarı şey neydi benim üstüme geldi? Ben hiç bilmedim. Ne oldu, ben korktum filan. O da deyir, ona göre sen eşeksen. Çünkü sen bilmirsən ki, o sarı şey hiçbir şey değil. O qorxuluqdur biz oraya qoyuruq. Çünkü herkes öyle cennet mekana getmez ki. Biz herkes öyle, ben seni kardeşimden çok sevirəm. Ben seni canımdan çok sevirəm. Ben de senin dilini danışıram. Ben de seninle şeyəm, aynı yere istəyirəm gedəm. Gəl, gedək gene de ora. Onu qorxuluq qoymuşuq ki, herkes getməsin. Her demirəm, çox kelimeleri de demək istəmirəm Mövlana'nın dediğini vallahi. Çok açıq danışar Mövlana. Herhalde bunu biləsiniz ki, İnsaflarlı Bəy Salih bəy, bu dəfə daha çox uzun günlər və gecələr falsafi bəhsdən sonra bunu qane eləyir. Çünkü bunun bir dəfə gözü qorxub, önceden onun yanlış olduğunu şey eləyir. Deyir, məsələn, filan zaman qətlər oldu filan, məsələn, 80'lerde, boşudur, bırak geçsin. 90'larda oldu, ya oldu, olmazdı, onlar pisler idiler. Ve hamısını bir türlü gene de bunu aldadır, qandırır ve deyir ki, onlar hamısı yalan idi, aslında böyle bir şeydi, gel. Ve bunu götürür. O saniye ki eşref başlayır attım atmağa getmeye, Mövlana şeyi dayandırır hikaye. Çünkü de bundan sonra bilirik ne olacak. Bu defa Aslan da hazırdı, daha hazırdı. Her şeyi bilir ne olacak. Mesele bitmiştir. Orada en son şehir ki işlerdir. Herkes istəyir Google eləsin bunu tapsın. Elbette Celalettin'den bir öykü olarak bakabilir veya ile Məsnəvinin özünden okuyabilir. O benim interpretation'imdir, benim tefsirimdir. Orada bir şehirle sözü bitirir. Deyir ki, mutribi an xanigah ku ta ki teft def zənet ki xər berəftu, xər berəft. Elbette ray vermeye yani. O xanigahın eğlendiricisi, o mütribi hardadır ki def çalsın ki bu getdicə ne de bu? Ay kardeş, sen niye get? Ben bilmedi. Yok deyir, ben gane olmuşum deyir. Bir şey olacak. Bir rozana var, bir delik var. Bu bir iş olacak. Ay kardeş, senin kardeşinin sen sözüne bakmasan, senin hemveteninin benim sözüme bakmasan veya öz sevdiklerinin, o ki senin sana göre canın koyup, hayatın koyup, sen düşmanın şematetine kalacaksın. Bədbəxt. Sen gene de bir 4 yıl. 4 yıldan sonra sen gene de fizikçiyana ray verme, ne bileyim, Ahmet İnce'de ray ver. Ona ray verme Musa. 4 yıldan sonra bunun bir lezzeti yoktu ki ben sana demiştim, gördün. Gördün hiçbir şey fark eləmədi ki, hiç, biraz da bədbəxt oldun. İran devleti de götürəcək bütün əksləri, videoları çəkəcək. Mən durub gedəndə filan institutiona, Almanda, Sueddə, Amerikada bir insan hakları mərkəzinə, bir devleti veya qeyri-devleti yaradır ki, bizim orada milletimiz şey olur, aradan gelir. İran devleti bunlar edir. Siz kimsiniz? Biz Azerbaycanlıyıq, biz Türk'ük. Neçə milyonsunuz? 20, 30 milyon, 40 milyon, whatever, 50 milyon. Hani orada böyle olur böyle. Yok ya, öyle değil. Bizim elimizde olanlar, bakın bu əkslərə, bu videolara, bu Təbrizin xiyabanlarıdır. Bakın bu Əhərin, Xoyun, Ərdəbilin xiyabanlarıdır. Siz hamınız İran'ın sisteminde müşarikətiniz var. Ha, bir zaman ray alarsınız, bir zaman ray almazsınız İran sisteminde. Yani sizin bir probleminiz yok. İran devleti sizden fakat bunu istiyor. İnanın, çünkü özü rayla da dəyişdirar. Her şeyler, çünkü ahirde sen ne kadar yazırsan yaz. Kim sayacak da o sayırda. Ahirde o sayırda. O kəsirdə, o sayırda, o biçirdə, her şey oluyor. Ona göre buna doğrudan yani ne kadar insanın IQ'su ve beyninin gücü az olmalıdır. Mesela təqribən 80'lerde, 85'lerde filan da fikir eləyirəm. Mənim təxminim 85'lerde. Herkes ki təzəşdən aldanır. Ki inanır ki doğrudan orada raylar sayırlar, doğrudan təsiri var, doğrudan bir şey olacak. Yok. Fakat
İran, inanın ki, İran devletçiliği bir şey istəyir sizdən. Siz qatılasınız ki, şey çəkə bilsin. Dünyaya və elə özünüzə də hər yer göstərsin ki, baxın bizim bu sistemi. Ay Xameneinin özünün çox gözəl bir sözü var. Deyir, rəydadən və intixabat, rəydadən və Cumhuri İslamiyyət. Deyir, mənlə müxalif olsanız da açıq cümlələridir. Ay Xameneinin cümləsidir. Hətta əgər və mən həm müxalif hastayıq, şeydir, gəlin rəy verin. Mənlə müxalif məsələ deyil. Çünki nizam-ı müqəddəs önəmlidir. İran İslam Cumhuriyyətinin də rəhbərləri dəfələrcə deyiblər, hər kəs desə ki, hardadır, onun sənədlərini gətirək. Deyir ki, hətta nizam müqəddəs saxlamaq üçün İmam-ı Zaman belə zühur eləsə, onun öldürməsi vacibdir. Bunlar sizə rəhm eləməzlər. Bunlar İmam zamanlarına ki, 1000 ildir, 1300 ildir gözləyirlər, rəhm eləməzlər. Rəhm eləməzlər, inanmayın. Bir daha, yani da 45 yıl geçti. Eğer herkesin bir kıvılcım ümidi var ki bir şey değişebilir İran'ın içinde, onun ya en hüsnü zannimiz budur ki o ahmaktır, onun ağlıdan cüdədir. Yoksa talimat almıştır. Ne diyelim? Bizim görüşümüz budur bu barədə. Buyurun. Sağ olun. Teşekkür ederim. Salih Bey için indi Oğuz Bey danışdı. Ona bir fürsət verək istirahat eləsin. Cənabınızdan mən sonra soruşum. Azərbaycan milli hərəkətinin, ya türklərin, İranda yaşayan türklərin və o birisi millətlərin hərəkəti rejimi bir yola gətiribdir. Yəni indi şikaf-ı ictimai deyə özləri ortaya qoyublar, çoxlu təhqiqat yazıblar, çoxlu kitablar bu haqda çap olubdur İranda. İki dənə prezidentin imzası ilə çap olan kitab var belə. Ki burada çox geniş millətlər bir-birindən qopublar. İran deyəndə bir şey yoxdur, bir varlıq yoxdur. Buna hakimiyyət inanıbdır. O birisi tərəfdən də Kürddir, Sünni Kürdlər, Bəluçlar, Türkəmənlər, bunların haqqı, müşarikat haqqları yoxdur qanunda. Yəni çünki Sünnidilər, əslən bunlar idarə sistemdə üstə getmək haqqları yoxdur. İndi bir də ki, bu inanc da var ki, əgər türklər İranda bir iş görsələr, türklər görəcəklər. Yəni bu rejimi də saxlasalar, türklər saxlayacaqlar. Bunu aparanlar da türklər olacaqdır. Buna da inanırlar. Bu türklüyün bir dana indi, buna ərəblər də inanırlar, Bəluçlar da inanırlar, Kürdlər də buna inanırlar ki, türklər təyin edici ünsürdür. Əsli faktor türkdür. İranda hər cürət değişmə. Hətta bunu dünənləri Pezeşkiyanın bir sitadının rəisi Təbrizdə, o deyib ki, tarixdə Təbriz deyərək həm, ya yox. Yəni Təbriz ya qurucu bir sistemdir, ya dağıdıcı sistemdir. İkisi də Təbrizin əlindədir. İndi görürük ki, bu münazirələrə mən baxmıram, amma oradan xülasəsi gəlir, onlara baxıram. Deyir ki, Azərbaycanın ya türklərin o qoftuman deyirlər başda, söyləşisi, o danışdıqları, o istəkləri o qədər güclüdür ki, bu hakimiyyətin içinə gedibdir. Hakimiyyət indi tribunda bir buna nümayəndə gətiribdir. Yəni bu vaqiət ki, gətirib orada bir nəfər istəyir ki, baxın siz busuz, Pezeşkiyansınız. Yəni buna gəlin rəy verin də, ona görə apar bura. Və o Pezeşkiyanı türk görsədərək Kürdə, Ərəbə, Bəluça, Türkəmənə, Qəşqaya, Zorakı, İləkə, Mazənə deyir ki, siz gəlin buna rəy verin, bu sizin səsinizdə, özdə sizin səsinizdə olacaq. Yəni, demir ki, bunun qüdrəti heç də olmayacaqdır. Çünki Xatəmi dedi ki, mən tədarükatçıyam da, mən fəqət deyiblə get baqqaldan bunu al, gətir, mən gedib onu alıram, gətirirəm. Mənim ayrı bir işim yoxdur. Mən fəqət burada ağa desin, nə iş görəcəm, onu görəcəm. Ayrı iş görə bilmərəm ki. İndi, burada radio, televizyonda gedən bəhslərə İrana baxanda görürük ki, deyir ki, cavab Pezeşkiyan, sən pan-türkizm olmasınlar, dalında onlar durmasınlar. Nə bərnamə var? İstəyirəm bunu deyəm. Azərbaycandan qorxu sual olaraq televizyonda mətrəh olur pan-türkizm adı ilə. Bunun iki mənası ola bilər. Bu ki, bunları vuraq, bunlardan gərəksən də uzaq durasan millətə. Yəni o millətçilər, istiqlalçılar, bu xətərdir. Bunlardan uzaq durmaq. Həm Pezeşkiyandan istəyir, həm toplumdan istəyir, həm də o şeylərə deyir də, sən bunları vurc ilə xət verir əslində. Siz bunu bu şüarların, türklərdən bir qorxu bu sistemdə ələnən gəldi də görsəniz. Ələnən üstə deyirlər ki, bir dənə xətər var, pan-İranizmin qabağında,
farsizmin qabağında, İranın qabağında, o da türkdür, o da pan-türkdür. Siz bu pan-türk sözü ki orada gəlir, bu şəkildə də gəlir, bunun əzilməsini istəyirlər, bundan uzaq durmaq istəyirlər. Bunu necə təfsir edirsiniz? Nə görürsünüz? Milli hərəkət buna bu zaviyədən, yəni bu açıdan baxanda, bu kəlmədən baxanda, o televizyonda, o sistemdə bunu necə təhlil edirsiniz? Çox sağ olun. Əvvəla bir nöqtəni işarə elədiniz. Onu qabaqcada dedim. Ona bir daha da təkid etmək lazımdır ki, bu Azərbaycan məsələsi və millətlər məsələsi İrandan qopubdur. Yəni indi fiziki ordu ilə filanla onu orada saxlayıblar, amma mənəvi olaraq bunlar qopublar. Heç bir şey İranda saxlamaq mümkün deyil. Və günü-gündən də bu qopuqluq, o çatlaq genişlənməkdədir. Və bunun da İran işğal rejimi tam farkındadır, yaxşıcasına bilir. Elə o bildiyi üçündür ki, indi bundan istəyir bir tür, yəni Azərbaycan söyləmi İranı vardar edib. Bəzi məsələlərdə nənəsin gəlsin, bundan bir türlü görsün ki, bir faydalana bilər, oynaya bilər. Onu nənəsin, həmən Pezeşkiyan dedir, məclis nümayəndəliyini ona rəy vermir, vermir, amma indi məcbur qalır ki, nənəsin, onu gətirsin Türk adı ilə çıxasın meydana ki, nənəsin, bəlkə məsələn bu türkçülərin, Azərbaycançıların rəyini ala bilsin. Yəni bu Azərbaycanın milli hərəkatının, dedim ha, bunları dedirtdirirlər. Pezeşkiyana bu sözü dedirtdirirlər. Xameneyə bu sözü dedirtdirir. Kim dedirtdirir? Təbrizin xiyabanları dedirtdirir. Urmunun xiyabanları dedirtdirir. Həmən o şuar ki, deyir ki, Güney Azərbaycan İran deyil ha, o millət ki, deyir ki, Təbriz, Bakı, Ankara, bir sərəf faslar hara, onlar dedirtdirir. Onlar ora gedib, o nöqtəyə gedib yetişibdir ki, İranın stratejik mərkəzində bu bir dənə əsasi təhdid kimi nə olur? Analiz olur. İndi deyirlər ki, yaxşı, indi burada nə istifadə edə bilir? Necə buradan qutula bilir? Azərbaycan həqiqəti budur. O dediyiniz bir gerçəkdir ki, Azərbaycan təyin edicidir. Yəni kimin yanında dursa o qazanacaqdır. Və biz istəyirik ki, Azərbaycan öz yanında dursun, öz yerində dursun. Kimin yanında deyil. Kim bizlə? Biz kiminlə deyilik. Kim bizlə? Biz təyin edirik də, cüz bizdədirsə, biz durmuşuq burada, dövlətimiz buradadır. Kim bizləndir? Gəlsin yanımıza. Və nənəsin, Araz bəy bir qəşəng məsələyə işarə elədi. Dedi ki, əgər biz Türk olmasa, yəni biz Güneydə olmasaydıq, Güney Azərbaycan olmasaydı, İranın münasibəti Azərbaycanla çox yaxşı olardı. Mən bunun dəfələrcə ayrı bir formasını demişəm. Əgər biz Türk olmasaydıq, biz çoxdan hüquqlarımızı təmin olunmuşdu. Yəni bizim problemimiz Türk Azərbaycanlı olmaqdır. Biz elə gücümüz də ondadır, problemimiz də ondadır. Elə Azərbaycanlı Türk olduğumuz üçündür ki, bütün bu başqaları dağıtmağa, əşilmələrə, öz içindən məhv etməyə, hamısına, hətta dünyanın tanımadığı. Baxın, Amerikada eyni mövqeyi tutur, İngilisdə, Fransada, Almanda, Çində, Rusda. Çünki biz, məsələn, orada hesab edin ki, Azərbaycanlılar, Güney Azərbaycanlılar, indi məsələn, Azərbaycanlı olmasaydı, Türk olmasaydı, o tərəfində dövləti olmasaydı, məsələn, ayrı bir dildə danışsaydı, bütün o şeylər həll olunmuşdu, getmişdi. Amma burada bir güc gəlir, bir dəngə gəlir, bir dünya çapında bir dəyişiklik olur, fəqət bölgə deyil. Baxın, yəni Güney Azərbaycanın bağımsızlığı fəqət İran deyil, fəqət Azərbaycan deyil. Dünyada dəngələri də, siyasi dəngələr dəyişir. O, dedi ki, stratejik, geostratejik məntəqəçi deyirik, buna görədir ki, Çinin də mənfəətləri, Rusiyanın da mənfəətləri, İngilisin də mənfəətləri, Amerikanın da mənfəətləri, hamısı alt üst olur. Niyə? Güney Azərbaycan bağımsız olanda bir üçüncü güc gəlir meydan. Bugün indi Batı ilə doğudur da, deyək Çin, Rusiya filan demək Batı ilə üz-üzədirlər. Bu dəfə bunların içində bir güc gəlir. Hər şey var. Düşüncə var, sərmayə var, savaşan güc var. Min illər hökumət edib, hakimiyyət edibdir. Dövlət qurublar, imperatorluqlar qurublar.
bu Azərbaycanın onu sadece koparan bir kopuk bir zincir var. Vallahi birbirinden ayrıptı. O da Güney Azərbaycan. Bu halka birləşəndə o şah damar qurulur. Bu cüz gelir ortalığa. Bunun ne olacaktı? Bunun Türk NATO'su kuvveti olur, birlik ordusu olacaktı. NATO'ya karşı. İndi versiyon yoktur. Tabii ki mesela Çin, Rus İttihadı'na karşı falan. Ekonomik olarak Avrupa'ya, Çin'e, Rusya'ya bir alternatifti. Ona göre Azərbaycan meselesi o derecede Güney Azərbaycan mesela elə bir noktada ki bunun dönüşü yoktur. Ben dedim söhbətimdə dedim ki bu onsuz da İran'ın zərərli olacaktı. Bu Pezeşkiyanı getirdi. Yani indi televizyonların özləri o pan-Türk sözü ki deyirsiniz həmlə edirlər ha. Tabii ki onlar mənfi şeydən həmlə edirlər. Ama bu demek özü hatta bir seri nizamın içinde olanları ve bugün rejime ümit bağlayanları da özünden uzaklaştıracak, itələyəcəkdir, ötekiləşdirəcək. Yani Azərbaycan cephəsinə gəlmələrine sebep olacak. O backfire dedim ha, o olacak. Yani ki Pezeşkiyanın getirmesi belki mesela taktiksel olarak onları bir kısa bir müddette kurtarmak için bir taktik olsa da uzun sürede bu onların aleyhine de işleyecektir. Yani o neticenin geçici olarak istediği belki geçici olarak alabilirler. Xiyabanlara tökələr, Araz bəndə dediği kimi seçimlerden sonra görəcək. Görürsən ki, bizdə o imeci yarada biləcək ki, Amerika göstərsin desin ki, bax Azərbaycan mənə rəy verdi, o legitimliyi verdi ya yox. Böyük, mənim təxminim budur ki, elə bilməyəcək. Yəni Azərbaycan Milli Hərəkatında o noktaya yetişibdir ki, bunu herhangi bir oyunundan, şahsın, fərdin gətirməsiyle aldada biləcəklərin mərhələsini geçibdir. Yəni, böyük ölçüdə geçibdir. Mümkündür geçen seçkilərdən biraz çok farklı ola. Yani biraz çok katılım ola. Mesela 9% yine bir 15% katılım ola. Ama bu heç zaman gəlib o 60-70% olmayacaqdır ki, onu getirsin, şeyləsin. Ona göre onların hatta o pan-Türk diye Pezeşkiyana mənə göre saldırmaları ve hatta muhalefetin de haricdən də bunu unvan eləməsi hamısı məqsəd yönlüdür. Bu ki Azərbaycanlılar çəksinlər səhnəyə, bu ki Azərbaycanlılar gəlsin xiyabana, bu ki Azərbaycanlılar İrana rəy versinlər, desinlər ki biz İranın bir parçası. Bunlara aldanmamalıyıq. Onlar yenə də təkid edirəm və bu sözü axıra kimi durmuşam. Onlar Türk dilində danışan Azərbaycan düşmanlarıdır. Fərq eləməz. Yəni biz birinin qanunu ölçmürük. Demək, harada doğulubdur, onun ölçüsü ilə deyil. Demək, hansı dildə danışır, onu da miləşmir. Etdiyi, durduğu mövqeyi. Haradadır? İşğalın möhkəmləşdirmək üçündür və Azərbaycanın təbahı üçün, Azərbaycanı məhv eləmək üçündür. Azərbaycanı yox eləmək o siyasətinin bir möhrəsidir. İndi biri gələr olar, məsələn, prezident məqamında olar. Birisi də olar, məsələn, təbliğ eləyək ki, 10 nəfər yığım aparın, maşınla aparın, bu da rəy versin. İkisi də xidmət eləyir. Amma dərəcələr fərqlidir. Birinin dərəcəsi yox. Biri gəlir xiyabanda, gülləliyir, bizim cavanları gülləliyir, öldürür. Zindanda gülləliyir, öldürür. Birisi də gəlir, rəy alır apar. İkisi də o işğala xidmət edir. O cavanlarımızı öldürür, bu da öldürənlərə məşruiyyət verir. Deyə apar öldürücüdən, paşal zindana, apar uzaqçına. İkisi də, belə güman olunmasın ki, məsələn, bir dənə rəy veribdir, gizli də gedib rəy veribdir, əhəmiyyət yoxdur, əhəmiyyətlidir. Çünki o sən rəy verməsə, o cinayəti işləyə bilməz ki, biri gedib xiyabanda rəy verməsə, gedib biz çıxaq xiyabana, gedib o sandıqları çövrək də, alt-üst eləyək, yandıraq, yıxaq, dağıraq. Sən elə eləyək ki, təbizdə rəy qoya bilməsin. Və bizim burada gücümüz var. O afişləri yapıştırmadan yine sökün, dökün yere, yıkın, dağıdın. Biz demirik oturun evinizde. Çıkın eşkiye. Ama Azerbaycan merkezli, Azerbaycan mehverli bir hareket olarak etirazına çıkıp vurun, dağıdın, yıkın. Elə eləyək ki, burada təbizdə gəlib Azerbaycanda seçki geçirtmeye bile yüzü çatmasın. Bak, imkanı olmasın. Qorxsun. Hatta Azerbaycanın adıyla da gelsin.
Hatta bizim dilimizdə də danışır. Ancaq düşmənin nümayəndəsi. Buyur. Çok Doğrudur. sağ ol. Teşekkür ederim. Sizden bir soru soruşum. Tabii. Orada rahat Ben buna oturmayın. yorum artırayım Salih Bey'in dediğine. Buyurun. O ki geçen 100 ildə Güney Azərbaycanda ve geçen 150 ildə Şimal Arazın kuzeyinde Rus Biraz işğalı azdır. Səsiz biraz azdır. Rus işğalı altında Sizə razı ses var gəlir mı? səbəbə. Mənə yaxşı Evet. gəlir. Mənə yaxşı. Aha. Rus işğalı altında bizim eğitim ve öğretim sistemimiz olmamış. Yani bizim özümüzünki. Türkiye'de de Mustafa Kemal'dan sonra yani öyle demiyorlar ki Türkiye'den hariç Türklerin üzerine eğitim sistemi doğru olmamış. Ve onları unutmağa ve unutturmağa büyük telaş olmuş Türkiye'de. Büyük çalışmışlar. Ancak biz Güney Azerbaycan'a dönelim ve Şimal Azerbaycan'a da bu sadıktır. Ancak geçen 30 yılda varak değişmiştir. O eğitimin olmadığından, bilgiden ve Azerbaycan eğitiminden ve öğretiminden kasıp olduğumuza göre, fakir olduğumuza göre milletimizin Türk tarifi yoktur. Ona göre tez aldanır. Biri Türkçe danışanda, biri benden daha yaxşı Türkçe danışanda, uşaqlarıma da Türkçe öğrettim, koymadım Fars öğrenene ve biraz da aldatıcı olan da tez inanır. Çünkü Türk'ün tarifi yoktur. Çoklarına yani təəssüflər olsun ki, deyirlər bəs ki, siyaset ilmi ve toplum bilimi, yani içtimai ilim içtimai de öyle böyle boş danışmaklar şimdi bilimsel değil. Halbuki o da bilimdir. Tam öyle fizik kimin, kimin başka bilimler kimin. Ve her şeyin tarifi olmalıdır. Sosyal science'da, sosyal bilimlerde her şeyin tarifi var. Tarifler birbirinden çarpışır, tarifler birbirinden farkı var ama tarifi var. Benim tarifim var, onun tarifi var. Rus'un tarifi var. Japon ne demek? Onun tarifi var. Kardeş, onun tarifi var. Onun tarifi var. Azerbaycanlı'nın tarifi var şimdi. Türk'ün tarifi var. Türk kimdir? Bizde Türk'ün tarifi yoktu. Her yerinden duran, her şaklabanın, İran ittilatının adamı, İran işgalçının nümayəndəsi gəlir. Ay, ben helikopterden düştüm, ben batrısını değiştirdim. Saf danışır ki, o da birazını aldatsın. Bu da gəlir deyir, ben ürəyə fənər qoyuram, ne bilim, ona əməl eləyirəm. Uşağıma da koymadım Fars öğreni. Aldadır milleti. Bizim yazık milleti ki onun öz düşünürüyle, mütefəkkiriyle, elitiyle, ağıllısıyla rabitəsi yoktu. Orada onu fərqli saklayıp düşünce olarak. O da deyirdi Türk'dü da. Biz işleyen Türk'üz de koy elə Türk'e. Koy elə biraz önce birisi yazmıştı buradaki. Koyun o yazmıştı. Koyun bir Türk rəsimi olsun, heç olmasa ətim eynən cümləsidir. Ətimizi də yesə sümüyümüzü yemez. Budur. Çünkü Türk'ün tarifi olunmayıptır. Gandhi'nin siyasi felsefesi, mübarize felsefesinin ismi Satyagraha'dır. Hinduca. Satyagraha. Yani birini orada düşman gelip senin kardeşi asır orada, sabah saat 6'da namazdan sonra. Sen ki gedib onun eline alabilmişsən. Sen ki gedib onu dövüp bunu mani olabilmişsən, tamaşaya getmə, get əl çalma ona. Onun yolunu hamvar eləmə, heç olmasa. Mübarizeyi mənfi, mübarizeyi müsalimətamiz, peaceful resistance ki deyirlər budur. Yani onlar içi Salih Bey ve Səfəli Bey, deyim ki qalsın burada. Onlar içi geçen 30 ili, 40 ili, 20 ili bəzilərini ifrati olmağa, tündürov olmağa mütteham edildiler. Ve dediler ki adam gene müsalimətamiz. Gandhi bunu dedi, Gandhi onu dedi. Mandela bunu dedi, Gandhi onu dedi. Martin Luther King bunu dedi. Çok güzel. Ve gelin de, onlar ne deyirlər? Deyirlər ki ey bədbəxt, sen düşmana, işgalçıya rəy vermə. En azından getmə. Demirəm ki oradan istəyirsən eylem eləyəsən, get dağıt. Çünkü istəyir yok onu da eləyə korkaksan, korkusan, her neden korkusan, en azından gedib rəy verme. Gandhi de bunu deyir, Allah da bunu deyir, Peygamber de bunu deyir, İmam da bunu deyir, Mandela da bunu deyir. Yani bunlar o kadar yalancı ve hipokrattılar.
Onlar ki bəzilərini ifrat edirlər. Ay biz yumuşaq, ay ben yavaş biz yumuşaq filanı. O yumuşaqlığın fəlsəfəsinin üzərində hərəkət eləmirlər indi. O deməzlər. Sağ olun, teşekkür ederim. Onda ben Salih Bey'e sual veririm. Salih Bey, o düşünce programında siz Cenab-ı parti olarak danışırdık. Orada ben radikalizm hakkında sizden bir çoklu sual soruşmuştum. Cevap vermiştiniz. Ama yeriyle indi burada, onun buradan da bir de soruşmalıdır. Bizim hərəkətimiz geçen 20-30 ildə şuarları sabit qalıbdı. Yəni, elə bir dənə şuar veribdi, 30 ildir, elə o şuarın üstündədir. İçəridə hətta bir dəsi. Əcəba bu, məsələn, intixabatda lazım deyil ki, biz hakimiyyətlə, hətta orada içəridə 5% də rəy versə, o 5% heç olmasa hakimiyyət desin ki, mənim şuarım bir değişi baxı. Mənəcə dünə necə ana dil istədim də ana dil istəmirəm. Mən istiqlal istəyirəm. Yəni, nəzərimizə bu şuarların daha değişmək vaxtı, daha radikallaşmaq vaxtı gəlib çatmayıb mı? Mütləqa, bilirsiniz, buna... Ki, bununla, indi Oğuz bəy işarə elədi, biz türkü ölçək, türkü məna eləyək, Azərbaycanlını, millətini məna eləyək, deyək ki, bu parametrlər səndə olsa, hər kəsdə olsa, bu sözləri desə, bu işləri görsə türkçüdür, millətçidir, Azərbaycancıdır. Amma hər kəsdə bu parametrlərdən biri belə olmasa, qalanı olsa, o millətçi deyil. Düşmən yanındadır ya da düşməndir. Düşmənin adamıdır. Amma bizim dilimizdə, cənabı çox gözəl dedi, bizim dilimizdə danışır, bizim adımıza danışır. Buyurun. Bəli. Çox sağ olun. Əlbəttə ki, dəyişməyib deyil ha, bilirsiniz, baskı var. Yəni ki, bunu bir əvvəla o 100 ilin içində beyin yıkanma və öz sansorluq ki yaranıbdır. Oğuz bəy qəşəng işarə elədi də. Baxın, biz hər hansı bir tərhi qoyanda, eyləmi qoyanda deyirlər ki, biz mədəni müxalifət elədik. Mədəni dedi ki, nafərmaniyə mədəni elədik. Ağa radikallaşdırmayın, filan eləməyin. İndi dedi ki, baxaq görək ki, məsələn, 30 il bundan qabağa gedəndə, bir dənə şair şeir dediyi üçün şikəncə edilir. Yəni, o radikal bir şey demiş, şeir demişdi. Səhəndin başına nələr gətirdiler? Səhənd silah almışdı əlinə. Almamışdı ki. Yəni, o söz o zaman elə radikaldır. Bunların düşmənin baxışında. Həmən indi bugünkü deyir ki, nafərmaniyə mədəni, buna deyə bilmir ki, getməclə sandığa. Nafərmaniyə bu, ancaq sandığa getmədə, nafərmaniyə ölüm. O deyir ki, sandığa, sən də çıx denən ki, gəlmirəm sandığa, getmə sandığa. Bir cinayət eləmirsən, bir xiyabana çıxmırsan, bir filan eləmirsən ki, nafərmaniyə mədəni edirsən. Əgər mədəni isə, həqiqətən tərəfindəsən. Bizə o öz sansorluq ki, yəni beyinləri elə düzəldiblər ki, İnsafəli bəy, bunu etiraf eləməliyik ki, bizim bir çoxlarının beynində farsça düşünür, Türkçe danışır. İranlı kimi düşünür, Türkçe ifadə edir. Yəni bunu gediblər qabağa. Və o yüzden də öz sansorluq vardı içində qoymur. Bizim radikal deyil ha. Baxın şuarlar, nə qədər şuarlar dəyişilibdir. Biz mesela 2006'dan bu tarafa yeni şuarlara şahit oluruz. 2006'da verilen şuarlar. Baxmayaraq ki, bunlar mehvəri şuarlardır. Bunlar dəyişməyəcək. Bunlar da əməli olana qədər bunların üzərində durulmalıdır. Mesela deyir, haray mən Türkəm. Təbriz, Bakı, Ankara, biz hara Faslar hara. Andola, Səttarxana, Orsalarıq, Tehrana. Yəni bu əsas sərhədləri bəlirləyir. Bilirsiniz, çox bunlar hamısı da Təbrizin xiyabanlarında, Urmunun xiyabanlarında, Zəncanda, Ərdəbildə, Həmədanda, Mərəddə, Culfada, Xoyda, Marağada deyilibdir. Bunlar Amerikada filan da zaten de deyilmir ki, bizə desinlər ki, xaricin isim filan deyil. Onlar hamısı orada verir. Və ya məsələn, indi ana şuara çevrilen nədir? Güney Azərbaycan İran deyil. Saat Azərbaycan İran is not İran. Bu nə zamanın məhsuludur? Haradasa bir 10 il
10 il müddətində olar. 10 il dir ki, demək, yəni bizim üçün ağzımız bağlıdır. Medyamız yoxdur. Oğuz bəyin də işarə elədiyi kimi puldur, mediadır, ordudur, polisdir, televizyondur. Hamısı onların əlindədir. Xəzanə onların əlindədir. Qızılımızı sökürlər, aparırlar. Qoymurlar ki, bizim səsimiz yetişsin ki, o gerəkən şüarı dəyişimi də eləyə bilər. O onun əlindədir. Onu da gəlir deyir ki, xariclisin və boykot eləyir. Qoy kənara, gedir onu pompaj eləməyə çalışır. Deyir, gəlcinən, indi sən pezeşkiyana rəy vericilər. Gəlcinən, burada dövlətdən istəyir. Yazcinən, həmən adam ki, məsələn, milli adına tutulub, bir yazır, məqab-ı müəzzəm-i filan, dadgah-ı möhtərəm, rəis dadgah-ı möhtərəm, siz burada hökmüdə bir naadalətlıq olubdur. Yəni, onu məqam-ı müəzzəm-i rəhbərliyini qəbul edir, o dadgahın rəsmiyyətini qəbul edir, tutulmasını qəbul edir, bunlar hamısını qəbul edir. Sadəcə bizə də naadalətlıq olub. Məsələn, buna veriblər 3 il zindan, gələk məsələn 3 ay verərlər. Əslində bir dəqiqə də saxlamalıdır dəyərli, haqları yoxdur. Yəni, Azərbaycan beyni deyir ki, sən kimsən ki, mənə mühakimə edirsən ki, işte bir dəqiqə ya 10 il, sənəsə buna haqqın yoxdur. Amma bizimki gəlir nə deyir ki, biraz naadalatlı olub, gəlcinən, məsələn, icazə verməmişsən o vəkil tutsun. Amma mən demiş, sənin haqqı yoxdur ki, burada sən birini mühakimə, burada mən mühakimə edirəm. Sən mühakimə olmalısan, bax, İran məmuru, sən mühakimə olmalısan. Bunu deyə bilmirik. Məsələn, baxırıq ki, bizim fəalımız aclıq hesab edir, aksiyası edir, ölümə gedir da, ən son silahıdır da işlər. Amma nəyə işlərdir? Deyir ki, mənə mürəxəsi verməmişsin. Yəni, onun qoyduğu qanunu ondan tələb edir. Amma əgər onun yerinə, məsələn, o günə yetişsək ki, o aclıq hesabını eləsin, desin ki, mən İran işgal rejiminin əsgərlərinin Azərbaycandan çıxana qədər aclıq hesab eləyəcəm, ha? Onda İran çıxar. Onda biz qələbəni çalmışıq. Biz o nöqtəyə yetişməyik. Çünki desin ki, mən aclıq eləyirəm, çünki işgal altındayım. Azərbaycanın işgalına etiraz olaraq aclıq eləmək. Və bunu elə o birisi də qatılar, bu da qatılar, milyonlar, bunun ailəsi, o birisinin ailəsi, bu söyləm, bu əmələ keçər və işgalı vurar, çıxadar olur. Yəni ki, bizim içimizdə bir özünü kontrol, özünü sansür elə və istəklərin buna görə yumuşat. Yəni, o işgalın qoyduğu qanunlara görə uyğunlaşdırıcına. Ona görə deyir də, gedəqində bir rövzəni açılıb, Oğuz Bəkə şey dedi, bir rövzəni açılıb, gedək oradan girək içəriyə, İttihat bizə bir rövzəni açıbdır, gedək oradan girək içəriyə, məsələn, pezeşkənə rəy etməklə giririk onun içinə, o rövzənədən elə bir ki, məsələn, fayda aparmağa çalışır. Yəni, bu zehniyyəti ümumiyyətlə, o müqavimət zehniyyətindən, o dirəniş mane olur, ha, biz, yəni, bir seri qüvvələr durub da bunun qabağında, içindən dayanıb bunun qabağında qoymur olsun. İndi məsələn, biz deyək, səbələr görün, minlərcə söz deyəcək. Bunlar oturublar, Amerikadan pul alırlar, İsraildən pul alırlar, kimdən pul alırlar, behman edirlər, orada istəyədə oturublar, danışırlar. Mən qəşəng yadımdadır, həmən bu adamlar, bəyəklər işarə edərdiniz ki, eşi içəriyə salırlar. İnsafəli bəy, siz məsələn, Amerikada doğulmamışsınız ki. Oğuz bəy Amerikada doğulmamışsınız ki. Məraqada doğulubdur, orada savaşıbdır və indi də eşikdədir. Yəni ki, mərzin bu tərəfinə geçəndə sizin də haqqınız yoxdur danışasınız. Bax, Haray bəy buradadır, bax, Haray bəy qardaşını gülləliblər, şəhid veribdir. Şəhid qardaşıdır, orada olana kimi danışa bilir, indi geçib mərzin bu tərəfinə da sən danışa bilməzsən, yox, elə burada qalardın da, məsələn, burada şeylər. Biz ay kürəsində də doğulmamışıq ki, biz də o torpağın uşağıyıq. Biz də ola Azərbaycanın uşağı, hər yerdə də olsaq, Azərbaycanla yaşamışıq, Azərbaycan üçün savaş. Və bu da onları qorur. Amma o qədər götürüb həmən o Azərbaycan uşağını biraz Azərbaycandan uzaqlaşdıranda Tehranda görürsünüz ki, xunsa eləyibdir. Şirazda onu xunsa eləyibdir. İsfahanda onu xunsa eləyibdir. Onda da hərəkət yoxdur, səs yoxdur. Və deyirsən də eşikdə sən dağılıb get, orada xunsa ol get da. Niyə danışırsan? Niyə bu yatanla oyadırsın? Ona görə bu radikal, yəni dəyişim deyək, radikal deyək, çünki radikal sözünü kim işlədir, kim işlədir. Bax, Xiyabanda vurur, bizi öldürür, ona radikal demir. Bir dənə şuar üçün, bir dənə şeir üçün, bir dənə uşağına demək, sicilli vermir, ona radikal demir.
bir dənə şeir yazdığı üçün adama 5 yıl zindan verir, ona radikal demir. Xiyabanda vurur, güllüyə qoşur, kör eləyir, biber gazı vurur. Zindanlarda şikəncə edir, ölüsünü buradan oradan tapır, ona radikal demir. Mən çıxıb deyəndə ki, bu işgal rejiminin muamili, mən oldum radikal. Yəni, gədir. Yəni, məqamı müəzzəmi rəhbərinin ittilai vasiləsi yoxdur, nə filan yoxdur, bu ondan sərpişlik edibdir. Mən ona dəstəmaz çəkəm, onu təmizləyəm. Onda olan, məsələn, uyğun dildən istifadə edilmiş. Biz radikaldır deyilik. Yəni, bizim gördüyümüz basic istəklərdir istəyirik. Amma ona görə radikal. Əsasında o vəhşiyyəti, o radikalizm vəhşi formasında bizə təmin edən Farsın işğalçı əskəri Cıxyavanda bizi tutur, vurur, öldürür, işkəncə edir, zindanlara doldurur. Demək, xüsunətə səbəb olubdur. Xüsunəti o eləyir. Yəni, şiddəti o eləyir. O eləyibdir, bəli. Əl-Cəzirənin şiddəti o girəndə eləyir. Sən gəlmirsən, məni bu günə saldın da. Sən orada olmasan, mən bu nə edəm? İşgal orada olmasa mənim nə dərdim vardı ki, işgaldan danışır. Sən gəlmirsən, sənin əsgərin oradadır ki, mən o əsgərə qarşı savaşmaq məcburiyyətindəyim. Yəni, sən məni buraya itələmişsən. Sən məni buna vadar eləmişsən. Nədir? Əl-Cəzirənin şairi deyir ki, gəldin bizi vəhşiləşdirdin. Sən gəldin məni insanlıqdan çıxartdın. Sen geldin beni insanlıktan çıkarttın. Ben oturmuşumda yaşıyordum, hayatımı sürürdüm. Zindecanlığımı eliydim de. Ama sen geldin, o kadar cinayet işlerdin ki, beni daha bir cinayete karşı savaşmağa mecbur ederdin. Beni insanlıktan çıkarttın. Ben de mecbur oldum, bomb koyum, silah alım elime, özümü bomb eləyim gəlim üstdən. Beni o günə itələmişsən indi. Yani radikal biz deyilik. Radikalizmi bizim toprağımızı işgal edən bizə təhmil edib, biz ona qarşı bir cüzi savunmada hələ əsası bir savunmaya atağa geçməmişik biz. Buyurun. Çok sağ olun, teşekkür ederim. Zindanda həbs olanlara və etisab qəza aclıq aksiyası aparanlara işarə ediniz. Bu günləri 11-ci gündür ki, 8 nəfər Tehranda və bir neçə nəfər Təbriz zindanında biz bildiyimiz qədər, bəlkə o birisi zindanlarda da var, amma aclıqdadılar. Mütəəssifanə canları xətərdədir. Umarım ki, insanlıq buna dixalət eləsin, qoymasın bunların canları hədərə geçsin. Hədərə ki, yox, yəni canlarından, əllərindən olmasın canları. Amma Oğuz bəy, vaxtımız təqribən qurtarmaq üzərədir. 2 saat dolduruyor. Yenə də mən elə siz danışdınız, Salih bəy, mən bir yorum artırayım yenə də. Mən sizdən bir sual soruşum, ona da cavab verin. Çünkü sizin burada hafta bir geniş məqaləz vardı, bir uzun danışığınız vardı. Onu da sual soruşum, ikisini beraber deyin. Bu taraf ondan getirsin de program. O da budur. Biraz da qorxaqlıq ruhiyyəsi var. Biraz da dilənçilik ruhiyyəsi. Yəni, görünür ki, insanlar bir şey təcrübə eləyiblər. İndi 13 dəfə təcrübə eləyiblər və pisləşibdir. Üzdən pisləşibdir. Yəni, birinci dəfə yaxçı idi, ikinci dəfə biraz pis, üçüncü, 13-cü dəfə yap pis. Yəni biz pillə hesablasaq 13 pillə getmişik Zerzəmidən, o Türkiyədə Bodrum deyirlər. Bodrumdan 13 təbəqə yemişik, qat yemişik aşağıya, amma yenə də indi bu iki şey. Bir qorxuluq, bir də mənfəətçilik, mənfəət tələblik. Bu ikisini nə cür görürsünüz bu şeydə? Fürsət tələblərin mənfəət tələblikləri, insanların qorxuluqları, bu ki, gedələr rəy verirlər, səs verirlər və Farsistanı, Farsları bizim qarşımızda gücləndirirlər. Olar ki, bizim içimizdə İran devlətinin bir üzvü kimi əməl edirlər. Biz onlara bir dənə orqanizmin, bir bədənin sərətani sellulu kimi baxırıq. Əslində sərətani sellullar, hər kəs bir klas, yəni bir term biyoloji oxumuş, bilir ki, cancerous selin, yəni sərətani sellulun DNS-i və bütün yapısı, strukturu aynı elə sizin bədəniniz, yəni o xəstənin bədəninin DNS-idir. Tərs vermək olmaz. Yəni o aynıdır. Ayrı yerdən gəlməyib.
sərətan başqa yerdən gəlmir. Birindən birinə sirayət eləməz. O həmən sellullardılar ki, o böyük orqanizmə üsyan edirlər. İstəyirlər onu dağıtsınlar, özləri bir orqanizm yaradırlar. O qədər yığışır, ona tumor deyirlər də. Nə qədər də hardan kəssən, yenə də ola bilər ki, davam edəsin. Yeni əski texnoloji budur ki, biz buna radyasyon veririk, dava veririk ki, bu ölsün, bu sellullar. Ancaq məsələ budur ki, bu sellullar öləndə o yandakı sellullar da ölür. Çünki o təşxis verə bilmirsən ki, hansı sərətani sellul doğru. Çünki DNA-lər də aynıdır. Onun üçün sən davamını versən, elə o yaxçı da ölür, pis də ölür. O yaxçı istəyir səni savunsun, o qırmızı qulubullar da onun içindədir, o yaxçılar. Öbürü də ki, rəsmən sərətan, o da sellulun, o da istəyir böyüsün, o da istəyir çoxalsın. O da öz mənfəətini düşünür, o sərətanı sellul. Ancaq yeni teknoloji bunun üzərində çalışır ki, inşallah gələn 5 ildə, 10 ildə buraya yetişəcək ki, bəlli davalar, bəlli radyasyonlar ki, yalnız o nöqtəzən deyirlər, yalnız şeyi vursun. O xəstə olan təşxis versin, o xəstə şeyi, o sərətanı sellulu onu öldürsün. Biz hələ oraya yetişməmişik. Ancaq bəzən böyle İran devletinin iptişarı əməl göstərəndə, yəni məsələ rəisinin başını soxduğu yerə, ondan sonra indi yeni bir şey seçime geçir. İran'da seçimin her şey bilir ki, hiçbir fərqi olmayacaktı filan filan. Ancaq İran'dan ne istəyir? Biraz önce dedim, yalnız müşarikət istəyir ki, o da göstəri müşarikəti. İnanın ki, desələr ki, kompüterdə oturun, evdə rəy verin, biz çox zəhmət çəkməzdik. Ama deyir, gəlin eşitdə durun, səhvlərə rəy verin. İnanın, bütün məsələ budur. Çünki onlar özləri həm sayacıqlar, həm şey. Biraz önce dedim. Budur. O zaman ki, onlar İran iptişarı əməli ilə bir iş başlayır. Onda o kanseröz sellər, o sərətani sellullar başlayırlar hərəkətə. O yuxulu hücrələr kimi, sleeping cell deyirlər ona, yəni də biyolojide. O yatmışdı, dormantdır. Dormant yəni dəbəşmir, durub orada. Ta o tərəfdən mesaj gələndə bu qalxır, aktiv olur. İnanın böylədir biyolojide. Adi A başlar. Mümkündür birində şey var, genetikində sərətan var, filan sərətan, ama aktiv olmur. O cinlər, o genlər. Ve olabilir ki bir şey onu aktiv ediyor. Ne bileyim sığacaqma ya başka şeyler, bir şeyler. O İran devletinden mesaj gələndə ay başlayın. Ha gəlin, durun, indi intixabatdır, gəlin fizişkana rəy verəcəyik, nə bilim Ələmiyə rəy verəcəyik, nə Qazipura verəcəyik. Onlar onu aktiv edirlər. O sərətani sellül. Sərətani sellül daha çox Sayın İnsaf Əli bəy individualistdir. Daha çox mənəm şəxsi şeylərini düşünür, özünü, ailəsini. O əslində Azərbaycanı vətən bilmir. Onun vətəni İrandır. O istəmir Fars güclənsin. O Farsın aşıqı deyil. O heç kəsin aşıqı deyil. O individualistdir. Məsələn, Azərbaycanda bilirsən şəriət mədarı ailələri, Xusro Şahi ailələri, Ayətullah Xoyi ailələri, Təqizadə ailələri, Ərani ailələri, Kəsrəvi ailələri. Bunlar bizim o şeydir da, sərətani sellullarımızın lafı tanınmışlarıdır. Küçələrimizdə də var, amma mən tanımışları dedim də. Bunlar həmənlərdir. Bunlar bətərdən şeydirlər. Bunların vətənləri yoxdur. Bunların özləri güclü olsun. Bunlar lazım olsun. Mesela şəriət mədarı. Durdu getdi Türəyə. Mesela Azərbaycanda durdu getdi şeye. Oman getdi haraya getdi. Öbürü Xusro Şahicil. Bunlar bətərdə sonra milyoner oldular. İran devleti onlara iş verdi. Durdu getdilər Nəcəfə. Çünki Azərbaycan küfr yeridir. Azərbaycanda çünki Azərbaycan milli devleti vurulmuş. Burada namaz qılınmaz. Aynı fətvadır. Yəni bunlar individualistdirlər. Individualist yəni öz şəxsi mənfəətlərini, ailəsi mənfəətlərini düşünür. Və əslində onlar o bizim anladığımız vətən anlamı falan yoxdur bunlarda. Bunlara vətən pullarıdır və öz məqamlarıdır. Hər kəs o devlət, İran devləti bunlara məqam versin. Bilirsiniz də ki, bunlar vəziri bu vəzir elədilər, o vəzir Azərbaycanla yəni. Bu Ayxar Razi məsələn, vəziri nəfti idi, nə idi? Ayxar Razi məsələn Azərbaycanlıdır. Bu geçmiş 45 ildə nə qədər vəzirlər, vəkillər Azərbaycanlıdırlar. Geçmiş 100 ildə nə qədər vəzirlər, vəkillər filan Azərbaycanlıdır. Bunlar həmən o sərətani sellullardılar ki, bizim içimizdədirlər. Və hər yerdə olar. Hər yerdə olar. Bunu bilin ki, Rusiyyada da var, Amerikada da var. Ancaq devlət sən olsan, devləti sən kontrol etsən, sən o sərətanı hər zaman kontrol altında tutarsan. Çünki devlət sənsin. Amma işğal olunmuş yerlərdə təhqir olunur devlət. Devlət aradan götürür, devlət yox olur, millət təhqir olunur, millət özünü küçümsüyür. Sənin üzvə gəlir deyir ki, uzun televizyonlarda, stand-up şovlarda komedi var idi ya, məsələn,
şah zamanı. Sen bütün joklarda Türk, yani xər. Türk deyən xər, eşəkdir. Bu bir şey anlamır. Hatta elinden bir hata da gelse Türk edigi. Sen tehkir eli. Sen mecbursun Türklükten uzaklaşasan. Sonra sen gelip sen ister özü tarif eliyorsun. Ben seni koymur özü tarif eliyorsun. Ben Azerbaycanlıyım. Diyor ki Azerisin. Azeri de ne demek? Yani önceden burada Fars milletleri, değişik Fars əqvamı, değişik Fars əqvamları, değişik Aryanik əqvamlar yaşayırdılar ve değişik lehçelerle danışırdılar Farsların. Ve siz onlardansınız. Ancak sonra ağır Türklerin mühacirətinin. Çünkü biz o tarafın bəhslərini bilirik insaflarında. Mesela budur ki, biz o tarafında bəhsini bilirik, o tarafında. Siz Türkleşmişsiniz, Türkçe danışırsınız. Yani seni tehkir edir, seni içinden oyur, senin tarifini çıkardır. Senin Azer'in de o diyen Azeridir, Türk'ün de o diyen Azeridir ki, sen Türk'sün. Sen desən Türk'sən, şikayətlisən, mədəniyyətlisən, qəbaili vəhşi şimalisən. Yani sen şey, ama yaxçısı nədir? Yaxçısı İranlı olmaqdır, böyük Arya milletine ve uygarlığına bağlı olma. 2500 yıllık medeniyet var burada. Yani daha atraktifdir, daha cezbedicidir. Ona göre o gruplarda, o ailelerde, o şahsi ailelerde onlarda şey yoktur. Orada şahsi menfaatlerini düşünürler. Onlar her yere para harda, pul harda oraya gidecekler. Birinin Ayatullah'ı durup gidecek Necef'e, durup gidecek Quma ve Azerbaycan'ın 25 ila 35 bin insanının ölümüne, şehadetine bir iki ayın içinde fetva verecekti. O askerler için İran askerleri gelirdiler Qəzvindən gələrlər Azərbaycanın işgalını, onu Quran altından geçirecekti o aileler, o mollalar, o ayatullahlar. Vəziyyət budur. Yani vəziyyətimiz budur ki, eğer siz devlet de olsanız, sizin millet özünü devlette təbir eləsə və şey eləsə, təbəvvür etsə, onda bu şeyler kontrol olunur. Yoksa bize göre de okeydi mesela. Amerika'da da indi Sued'de de birisi mesela Sued devletini kabul edemiyor. Yaşıyor da vatandaş. Ray da vermiyor diyor. Olsun, orada yaşar. Onun da bütün haklara şeyi var. Sahiptir. Orada vatandaşlık haklarına. Ama çünkü İran bizim vatanımız değil. Biz yalnız Güney Azerbaycan'ı vatan bilirik ve onun işgal altında. Bu söylemlerdeki tecziyətələr bunlar o taraftan atılmadı. Xaric nişin, Pan-Türk görürsən, indi gəldir. İranın rəsmi televizyonunda Pan-Türk kəlməsi deyildi. Bunlar onların söylemlerdi. Biz bunların üstünde oynamırıq. Biz onlara demirik, siz Pan-Farssınız ya biz Pan-Türk değiliz. Biz deyirik ki, biz onu inciyən yerindən vuracağıq və vururuq. Deyirik ki, sən mənim evimdən çıx eşiyə. Bundan rahat bir söz yoktur. Sen mənim evimdən çıxsan eşiyə, mənim öz ləyaqətim var, özümü idarə eləyəm. Tarixim onu göstərir. Orada da devlətim də var. 150 ildən çox Arazın kuzeyi işgal altındaydı, Rus işgal altında. Tezar ve sonra Sovyet, sahte komünistlerin, sahte sosyalistlerin. Ve 1990'larda, 91'de herkes Azerbaycan'a gitmişti. Gördü orada gelişme ne vəziyyətdədir. Hemen sıfır idi. Yani oranı bir tane koloni kimi idare edememişler. Oranın neftini, her şeyini çalıp aparmışlar. Çok pis vəziyyətdir. 30 ilde biraz öz başına bıraksın bir Azerbaycanlını, bir Türk'ü bu hala salar Azerbaycan'ı. Herkes de geçsin baksın. Hakikaten bir büyük patlayış var. Hem arkitekturda, hem medeniyette, hem şehirde, hem musikide, hem dansıda, hem ekonomide, hem her şeyde, her boyutta gelişme ve ne değiller, inkişaf var orada. Demek ki bir Azerbaycanlı Türkiye ile biraz öz başına bıraksa, bu işi yap. 30 yıl, yani zaten 20 yılda yaptılar. Vatanı da kurtardı. 1918'de zaten Azerbaycanlı biraz özüne geldi. İslam dünyasında ve Türk dünyasında demokrasini başladı. Kadın haklarını başladı. Cumhuriyeti ilan etti. Birinci Cumhuriyet. Demek ki Azerbaycanlı böyle bir ilerici bir varlığı var bölgede. Güney Azerbaycan'ın da fakat en büyük meselesi budur ki büyük bir engel kimin, bir ne bileyim cene kimin, bir hastalık kimin yapışmış bunun canına Fars işgalçılığı. İran Fars bu mefkurası. Bunu bir türlü küreğinden, belinden yere atabilse Azerbaycanlı, Güney Azerbaycanlı, inanın 10 yıl, 20 yıl, 30 yıl çok çekmez. Niye? Çünkü Güney'inde Azerbaycanımız var orada. Ve biraz önce Salih Araz Bey dediydi. Ben de defalarca demişim ki gerçekler budur ki bizim cumhuriyetimiz var, bizim devletimiz var indi ve gerçek de budur ki Türkiye'miz var burada. Ona göre çok çekmeyecek. 10 yıl, 20 yıl içinde göreceksiniz, gelişecek, acımız olmayacak, böreğini satan olmayacaktı,
təhqir, yəni hər zaman, hər Azərbaycan nəslində danışırsan, istəyir oradan qaçsın, istəyir oradan çıxsın, vətəndən çıxsın. Öz şəxsiləşmiş, individuallaşmış, yəni də milli kimliyin içinə baxmır özünü. Deyir, nə cür buradan qurtula bilərəm, qaça bilərəm. Yəni o bəlayı ki, Bəluçistanın başına gətirmiş İran, o bəlayı ki, Ərəbistanın, yəni Əl-Əhvazın başına, o yavaş-yavaş gələ, çünki Azərbaycan biraz yaşıllıqdır, biraz millət daha çox çalışqandır, o gələcəkdir bizə də, bu fəlakət bizə də gələcəkdir. Və gəlmiş keçən yüzildə, Sayın İnsəfəli bəy, neçə 100.000 nəfər, yüz minlər nəfər Azərbaycandan gedib İranın başqa yerlərində işə mecbur olmuşlar. Və ya Avropaya və ya Türkiyəyə başqa. Neçə milyon nəfər türksüzləşmiş, farslaşmış, İranlılaşmış. Və qətlam bu cür orada da deyir, mən yadına salsa, biraz o da mühit fərahəm olsa deyir, mənim buzurgi, baba buzurgum yadıma gəlir ki, Türkiye bud. Yəni sən o yox edibsə, içindən oyubsan, o dönməyəcək də sana, bitdi, getdi. Və bu cür qətlam ki, biz deyirik, budur. Təbii ki, resmen öldürmək də var. Resmen bunun hər şeylə. Amma bunun yanında həqiqətən o İranlılaşmaq var. Nə qədər? Bunlar da fürsət istəyirlər ki, biraz da çox o İranlılaşma bitsin. Biraz öncə Araz bəy ona işarə elədilər. Mən ona yenə də işarə eləyim. O da budur ki, bütün məsələ budur ki, türklər konsentrə olmuşlar, mərkəziyyət tapmışlar Azərbaycanda. Əgər türklər İranın hər yerində Qacar zamanının çöküşündə təqribən müsavi paylaşılsaydı, bizim bu problemler olmayacaktı. Azerbaycan milli hərəkəti olmayacaktı. Çok şeyler yani olmayacaktı. Ama çünkü konsantre, Türklerin çok konsantrası Azerbaycan bölgesindeydi. Bunlar onu istemiyorlar. İran'ın milli varlığına, İran'ın bütünlüğüne çok büyük təhlükədir. Ona görədir ki, batıdan Kürtləşdirməyə çalışır. Ona görədir ki, Qərbi Azərbaycan dediyini Azərbaycansızlaşdırmağa, türksüzləşdirməyə çalışır. Ona görə bizim elitimizi yox edir. Ona görə istəyir bizlərdən getsin, ayrı yerlərdə yaşasın, ayrı yerlərdən də gəlsin. Bilirsiniz, getdilər, hətta Muğanın quzeyinə filana başqa millətlər yerləşdirdilər. Bütün məsələ budur ki, sənin konsentrasyonun, o mərkəziyyəti Azərbaycanda aradan apar. Sonra desin ki, deyirlər, yavaş-yavaş deyirlər. Nə bilim, başını, qulağını yığsın bir yerə Azərbaycanda 10 milyon Azərbaycanlı yaşayır. O tərəfi də bölmüşlər Gilan adında. Ne Gilan orada baksın, bütün şəhərlər, kətlər hamısı Türk şəhərləri. Ondan sonra Azərbaycanın şərqi deyilən şeyin əslən Xəzər dənizi ilə əlaqəsi yoxdur. Yəni böyle bir bizi fəlakətə sürükləyirlər ki, yəni gələcəyi böyük problemlərə bizi sürükləyirlər. Hətta deyəlim ki, sabahlarına başladığı istiqlala Gilan məsələsi və bu tərəfdən də ki, Kürt məsələsi, Savuç Bulaq, Mahabat məsələləri. Yəni bunlar öncədən plan, düşman çox ağıllıdır yəni. Sağ ol. Tamam. Vaxt 2 saat 10 dəqiqə 10 dəqiqə 2 saat 10 dəqiqə oldu. Nə edək? Qurtarırsınız yoxsa devam edək? Əlbəttə Salih bəy bir saata gəlmişdi. Çox oldu. Təşəkkür edirəm. Mən də təşəkkür edirəm. 2 saat sizi saxladıq. Gələn həftə cumadır. Mən çek elədim dəqiqən. Bizim tarixinin ayın 28-də olacaq. Yəni bu ayın 28, bu gün ayın 20-sidir, 28-də orada seçiyor. Biz gələn həftə cuma axşamı yenə bu bəhsi bəlkə aparırıq, bilmirəm, qalıb indi görək nədir olacaqdır. Tamam, sizin ixtiyarınızda. İstəyirsiniz, qutarın, istəyirsiniz sorun. Buyurun. Çox sağ olun. Mən icazə versəz, siz devam edəsiniz, buyurun, amma mən icazə versəz ayrılım. Mən son olaraq yenə də təşəkkür ederim sizdən və burada yazılara mən baxa bilmirəm. Yəni, baxmaq buna görə ki, bəhsdən çıxır adam. Ona görə mən yazıları nə yazdırlarsa, yaxşı pis görməmişəm, oxumamışam. Hamısına da salam sayğılarımı sunuram. Bir daha da təkid edirəm ki, İran işğal rejiminin hər hansı bir proseslərində, fərq eləməz, seçki olsun, hər hansı bir onun qurduğu oyunlarda iştirak eləmək o sistemin bir parçası olmaq deməkdir, işğalın bir parçası olmaq deməkdir, Azərbaycanın əleyhinə olmaq deməkdir, hətta Azərbaycan dilində, Azərbaycan köynəyində, Azərbaycan adı ilə də gəlmiş olacaq, bu bir şeyi dəyişdirməz. Yəni, deyirlər ki, atalar deyirlər ki, şüşəni şüşə ilə kəsərlər, dəmiri dəmir kəsər. Və bizlə indi bizi yox eləməyi istəyənlər təbii ki, bizim cinsimizdən olanlardan, bizim kimi danışanlardan, bizim kimi demək görünənlərdən qabağımıza itələyəcəklər ki, onlarla bizi
savaşçısına və biz nə etməliyik? Biz də onları vurub aşırmalıyıq ki, düşmənin özü görünsün və özü ilə, yəni Fars işğalı ilə direkt savaşa girə bilər. Ona görə Pezeşkiyandır, Ələmidir, Qazipurdur, kimdir? Bunlar hamısı İran işğal rejiminin vəfadar nökərləri, muzdurları və Azərbaycan dilində danışsalar da Azərbaycanın düşmənləri və həmən Pezeşkiyandır ki, Azərbaycan dövlətini, cümhuriyyətini belə İranın demək qopmuş bir hissəsi kimi və İrana qaytaracaq iddiasında olan bir yaratıqdır. Və ya Qazipur dəfələrlə görmüşsünüz ki, Azərbaycan cümhuriyyətinə erməni işğalına qarşı savaşan Azərbaycan cümhuriyyətinə, Azərbaycan dövlətinə, ordusuna nə kimi təhqiramiz sözlər işlədiblər. Bunların göbəyi hara bağlıdırsa, beyinləri də ora bağlıdır. Oradan əmr alır və onların mənfəətini qorumaqda mükəlləfdirlər. Ona görə də hansı dildə danışmasına aldanmayacaq. Bizim dilimizdə danışmasına aldanmayacaq. Biz dedik, kiminsə DNA-ni yoxlayaraq Azərbaycanlı olub olmadığını ölçmürük. Bəlkə Azərbaycanın işğaldan qutulmasına bir əmək addım götürübsə, Azərbaycanın dövlətçiliyi uğrunda Azərbaycan mənfəətlərini təmin etmək üçün hər hansı bir addım götürübsə, o bizə önəmlidir. Ki, bunların heç birisi eləməyiblər. O yüzden də bundan sonra da İran işğal rejiminin hər hansı bir planına qatılmağı qəti Azərbaycan ideyasına, millətçiliyinə, Azərbaycan milli mənfəətlərinə zidd bilir və şiddətlə təhrim edib. Bu demək aldatmacalardan xalqa aldadıb meydana çəkərək, sandıqlara çəkərək İrana məşruiyyət qazananları da şiddətlə qınırıq. Və bunlardan, bunu da deyim ki, bunlardan da günü gələndə hesabı sorulacaqdır. Yəni, belə güman eləməsin ki, bu gün elədiyi unutuldu, getdi. Ay, mən məsələn, Azərbaycan 4 dənə kitab yazmışam, 5 dənə şeir yazmışam, daha mənə deməzlər, filan eləməzlər. Hər kəsə sorular. Bu, hər kəsdən bu hesab sorulacaqdır və bugün bunu deyənlər ən azından elə bilərlər, sakit otursunlar. Yəni, Oğuz bəy bəyə işarə elədi, yəni, elə bilər ki, qatılmasın da, dinməsin. Amma dəvət eləyir, gəl geçinəm sandığa rəy ver. Onlar xiyanətdirlər, onlar Azərbaycan milli hərəkatına ağır xəncərdir, arxadan vurulan xəncərlərdirlər. Onlar Azərbaycan xalqının qanını tökməkdir. Onlar Azərbaycan varlığını yox eləmək, İran uğruna fəda eləməklərdir və bunların da hesabı sorulacaq. Onlar ki, danışa bilmirlər, biz onları anlayırıq, başa düşürük. Onlar ki, mövqe bildirə bilmirlər, anlayırıq. Amma onlar ki, sandığa çağırırlar, bunlar mövqeyin səhvini, cibhəsini bəlirləyib, düşmən cibhəsindədirlər. Dünən bizim xəttimizdə olsaydılar da, bugün düşüblər düşmənin cibhəsinə. Əgər dünən Azərbaycan millətçisi kimi tanınsaydılar da, bu əməlləri ilə bunlar düşmən cibhəsindədir. Ona görə biz açıq danışırıq. Bizim kimsədən çəkinməyimiz yoxdur, qorxumuz yoxdur. Bu inciyəcək, o saldıracaqdır. Onları ki, demək, İran işğal rejiminin sandıqlarına çəkmək üçün hər hansı ad və bəhanədən istifadə edirlərsə, düşmənin cibhəsində, işğalın cibhəsində və Azərbaycanın qarşısındadırlar. Bu belədir, vəssalam, ayrı bir bəhsi yoxdur. Çox sağ olun, hər vaxtınız xeyrə qalsın. Təşəkkürlər, var olasınız, sağ olasınız. Sağ ol. Çox ləzzət aldım. Mən buradan ayrılmağa indi, mən buradan çıxım da. Üstdən bir bağlamaq əlaməti var, zərbilər X, onu vursaz çıxacaqsınız. Tamam. Biz yavaş-yavaş biz də gedək da, yəni fikirəm ki, qutardıq. Bugün daha rəngli oldu danışığımız və Sayın Salih Bayıldırım, Sayın Araz bəy. Yaxşı oldu. Mən Araz bəy deməmişdim ki, nəyə danışacaq. Dedim, özünüz nə istəsəniz onu danışarıq. Yəni. Amma elə o da bu məsələlər danışdı ki, Hamımızın dərdimiz bu İran işğalında olmaqdır. Yəni, konunu bilmək lazım deyil. Bir dənə böyük dərddir. Bunu müxtəlif sözlərlə deyirik. Yəni, tamam sözlərin hamısı elə bunun dövrəsində fırlanır. Hərə bir rənglə onu deyir, hərə bir sazla, bir sözlə onu göstərməyə çalışır. O düşüncəsinə görə, o keçəcəyinə görə, işinə görə, çalışdığı sahələrə görə çalışır bunları göstərsin. Təqribən hamını elə çalışır, eyni bu cürsü danışacaqdır ki, siz
danışırsınız, mən danışıram və bu qonaqlarımız danışırlar. Sizin bir sözünüz, buyruğunuz varsa Mənim heç ərzim yoxdur. Fikirlərim ki, iş qutardıq yəni. çok İstərsiniz sağ olun. Sizi yorduk. Gelen Perşembe saat 9'da, Təbriz saati 9'da 105. programda olacaq inşallah və yenə də mənə görə yenə də bunu danışacağıq və başqa məsələləri də. Mən sizdən təşəkkür edirəm hövsələnizdən. Sağ olun. Çox Gecəniz xeyrə qalsın. program. Dostlar, Sağ olun. gələn həftə görüşərik. Sağ olun. Ömür olsun. Sağ olun. Təşəkkür. Hələlik. Hələlik.